taço gəlir. Ən gözlənilən bir məqamda, Sacirə ilə düz 10 tamamda, saz kimi bir şov gəlir. Taço gəlir. Bizimlə birlikdə hər səhər oxunur burada fərqli nəğmələr. Gözlə bizi hər səhər. Və biz yenidən gəldik sizinlə hər səhərdə. Bizi izləməyə davam edin çünki taço gəlir. Gözləyin saat 10 tamamda, Tacirlə taçoyla ekranda, bir salam Azərbaycana. Hər gün yeni söhbətlər, əlam məsləhətlər, maraqlı mövzularla, maraqlı qonaqlarla taço gəlir. Xanımlar və cənablar, qarşılayın, təsvir edin Allah. Salam, sabahınız xeyir olsun. Ekran qarşısında əyləşən Taç Show tamaşaçıları. Hər kəsə sevgi dolu, gözəl, uğurlu gün diləyib bugünkü verilişimizə start verdik. Və biz yenidən gəldik sizinlə hər səhərdə. Bizi izləməyə davam edin çünki taço gəlir. Taço gəlir. Taço gəlir. Gənclər, sabahınız xeyir olsun. Ya səbir, sonunda Orxan bu cür deyir ki, Allah mənə bu 2 saat müddətində kömək olsun ki, bu səsküydən canımı qurtarıb çıxıb gedəcəm. Amin deyir, demir. Deməz. Ay sağ ol. Desə onda burada nə gəzir, hə? Sizə sual verməzdən əvvəl istəyirəm mövzumuzu açıqlayım, sonra elə sizinlə başlayarıq. Mən fikirləşirəm ki, sizin fikriniz həmişə o qədər önəmli olur, o qədər gözəl fikirlər söyləyirsiniz ki, bizim qoyduğumuz mövzu qalır kənarda, qonaqlar düşür sizin üstünüzə. Artıq sizin cavabınız əsnasında burada müzakirələr gedir. Hə? Görək indi fikriniz necə olacaqdır. Deyirəm, açıqlayaq bizim mövzumuza. Artıq ötən gündən anonslarımız vasitəsilə demişik, ancaq deyir, təkrar biliyin anasıdır. Mütəxəssislər deyirlər ki, qadın sürücülər əks cinslə müqayisədə çox diqqətli olurlar. Onlar sürət həddini aşmırlar və qaydaları çox da pozmurlar. Demək olar ki, ümumiyyətlə pozmurlar. Bu bizim fikrimiz deyil, bunu mütəxəssislər deyir. Bugün dəvət etdiyimiz qonaqlarımız nə deyəcək? Biraz sonra onu biləcəyik. Əgər sizin də fikriniz olsa, 022-264-12-12 nömrəmiz aktiv, bütün Taç Show tamaşaçılarının ixtiyarındadır. Arzu edən tamaşaçılarımız buyurub canlı yayımıza qoşula bilərlər. Uşaqlar, siz necə düşünürsünüz? Qadınlar yaxşı sürücüdürlər, yoxsa bəylər? Sabahınız xeyir Təcrə xanım. 5 dəqiqədə oxuyursan, nəinki məni bütün Azərbaycanı salamlayırsan, bir də mikrofonu əlinə götürən kimi deyirsən sabahınız xeyir. Məni salamlamadım, mənim adımla hər kəsi salamladığına görə. Sizin özünü salamlamadım. Mənə elə gəlir ki, əksər hallarda kişilər yaxşı sürür, amma elə bir qayda yoxdur ki. Üzr istəyirəm, hər bir insanın sərbəst fikri olur. Sən, məsəl üçün, başqa fikirdə ola bilərsən, Rəşid başqa fikirdə. Niyə fitnələyirsən kənardan? Bəs nə edirsən? Yəni, mən qulağımla eşitdim ki, sən deyirsən ki, kişilər, mikrofon olmur. Demişəm ki, burada heç bir şey qaçası deyil. Nə olur, açıb ağardıram. Mikrofonu verəcəm, fikrini söyləyərsən. Burada nə var ki? Buyur, Rəşid. Əksər hallarda kişilər yaxşı sürür, daha çox məşğul olduqlarına görə. Amma misal üçün, elə qadın ola bilər ki, 100 dənə kişidən yaxşı maşın sürə bilər. Başa düşmədim. Ən çox məşğul olduqlarına görə deyəndə sual yaranır. Ən çox məşğul olduqlarına görə daha çox, misal üçün, kişilərdə həvəs olur da maşına. Yaxşı, qadınlarda həvəs yoxdursa, niyə görə idarə eləyirlər? Yox, bəzilərinin həvəsi olur, hamısını deyənmərik. Bəziləri məcburiyyətdən?
Məcburiyyətdən də ola bilər, öz istəyindən də ola bilər, amma yenə də çox sonralar yəqin ki, öyrənməyə başlayırlar maşın sürməyə. Ona görə mən kişilərə üstünlük verərdim. Ver görək Orxana. Salam, sabahınız xeyir olsun. Sabahın xeyir olsun. Allah bilir nə qədər qayda pozub gəlib burada oturub kişiləri tərifləyəcək. Yo, kişilər. Yo, kişilər nə? Kişilər nə? Yəni, ən yaxşı sürücülər kişilərdir. Nədədir fərqi? Çünki bu dəqiqə qadınların maşın sürməyinə, yəni biraz düzəlib yaxşı baxmaq, yəni keçən il yaxşı baxmırdılar. Bu il nə üçün düzəldi? Maraqlı deyil. Təxmini yavaş-yavaş, illər ötdükcə yavaş-yavaş adiləşir. Aha. Xanım məncə sürücü deyil. Hə, sənin baxışların fərqlidir. Sənin baxışların fərqlidir. Bu artıq sənin fikrin bilsən necə oldu Orxan? Qəbahət sənə mikrofon verəndə deyil, xanımın yeri mətbəxdir. Xanımın yeri mətbəxdir. Mən demişəm də, sən subay qalacaqsan. Hər dəfə də ona görə mikrofonu qəsdən sənə verirəm ki, sənə heç kim gəlməsin. Sən arvad istəmirsən, sən bir qul istəyirsən, sən evdə aparıb bir yanında bir xanım istəyirsən ki, gecə, gündüz elə mətbəxdə vaxtın ki, ver Aminə mikrofonu görüm, ver. Axırıncı dəfə olsun Orxana mikrofon verirsiniz. Bax, deyirəm sizə, xəbərdarlıq elədim ha sizi. Amin. Salam, sabahınız xeyir. Sabah xeyir olsun. Mənim də fikrimcə kişilər yəqin ki, ver Namiqə mikrofonu. Sabahınız xeyir olsun. Yol açın, qoy Namiqin üzünü görüm, xahiş edirəm. Mən dəfələrlə şahid olmuşam ki, qadın sürücülər, elə olur ki, məsələn, 4 yoldur deyək ki, nə sağa baxır, nə sola baxır. Kimə baxır, sənə baxır? Yox, yəni ən azından sağa sola baxmalıdır da. Amma dəfələrlə görmüşəm ki, qadınlar baxmadan düz keçirlər. Bu dəqiqə şirkətdə 2 xanım sürücünü dəvət eləmişəm bura. Nə qədər xanım sürücü var, hamısını dəvət eləyəcəm bura. Özdə qonaqları qoyacam kənarda. Onlar sizə cavab verəcək. Yox, mən yəni bunu hər kəsə şamil etmirəm. Bu kişilər də var ki, yəni nə sağa baxır, nə sola baxır. Amma qadınların mən əksəriyyətində belə görmüşəm. Yaxşı, çox maraqlıdır. Sağa sola baxmırsa hara baxırlar? Elə irəli baxırlar. Valla o özləri. Və yol irəlidə olur da, sağa sola niyə görə baxmalıdırlar? Sağa sola baxmaq üçün orada güzgü var. Onun üçün çevrilməyə ehtiyacı yoxdur. Valla mən gördüyümü deyir. Mənə qulaq as bir dəqiqə. Hələ bir təsdiqləyənlər də var ki, düz deyirlər. Yaxşı. Çox sağ olun. Deyəsən, çox insanlar sizin fikrinizdədir. Qoy, mən qonaqlarımızı təqdim edeyim, görək qonaqlarımız hansı fikirdədir. Ancaq qonaqlarımız artıq sizin cavablarınızı eşitdilər. Mən fikirləşirəm ki, sizi də cavabsız qoymayacaqlar. Keçək qonaqlarımıza. Əlbəttə ki, söylədiyim kimi çox kənara çıxmamışıq. Xanımları elə öz içərimizdən dəvət eləmişik. Çünki haradasa bilirik ki, onlar çox gözəl sürücüdürlər. İndi onlar da deyəcəklər, görək, avtomobili necə idarə edirlər. Yəni, bəylərdən onların fərqi nədir? Hansılar yaxşı sürücüdür və niyə görə yaxşı olan özünü yaxşı sayır? Həmkarımız Kəpəz televiziyasında kapital verilişinin aparıcısı Xəyalə Məmmədova bizim qonağımızdır. Xoş gördük, Xəyalə, necəsən? Yəni, xanımı kənara qoya bilərəm də. Aramızda səmimi münasibət olduğuna görə o səmimiyyət də burada da verilişdə istəyirəm ki, saxlayaq. Haradakı səmimiyyət var, orada da gözəl söhbət gedəcək. Nöqtə, buyurun. Fikrimi bildirə bilərəm? Əlbəttə. Yox, qonaqlarımızın hamısını təqdim edeyim. Bilirəm ki, sən fikrini bildirsə, məndən 5 müddət dayanası deyilsən. Elədir ki, var, buyur. İkinci həmkarımız Günay Hacıyeva, qadın xanım sürücü. İndi öz deyəcək neçə illərdir ki, avtomobil idarə edir Kəpəz televiziyasında. Bu səhər verilişinin aparıcısıdır. Dərhal, yox, bu həftə siz deyil idisə. Gələn həftə olacaq. Gələn həftə olacaqsınız. Dedim, verilişdən sonra qaça-qaça gəlmişsiniz. Sabahınız xeyir olsun. Mən də bütün qonaqlarımızı və daimi tamaşaçılarımızı salamlayıram. Çox sağ olun. Tariya Salmanov, avtomobil təmirçisi, Gəncə Hyundai Avtosalon. Xoş gördük. Necəsiz? Sağ olun. Əla, ürəyim partlayır sual vermək üçün, ancaq biraz dözməliyəm. Neynək? Nadir Bağırov, gənc sürücü, Gəncədən. Xoş gördük. Xoşunuza gəlir, çox sağ olun. Neçə yaşınız var? Mənim 19. 19. Təzə öyrənmisiniz, yoxsa çox hanım? Bəli, hələ təlimlərdə iştirak edirəm. Kimdir müəlliminiz? Tural müəllim. Tural müəllim özü gətirib gəlib sizi? Bəli. Tural Nəcəbov, təlim müəllimi Gəncə şəhərindən. Xoş gördük Tural bəy, xoş gəlmişsiniz. Necəsiz? Sağ olun, minnətdaram, salamlayıram qonaqlarımızı. Çox gözəl. Əla, xanım sürücünüz yox idi, yəni bəy gətirmisiniz? Xanım sürücümüz də var idi, valideynlərinin icazəsi olmadan gətirə bilmədim. Hə, ona görə. Yoxsa xanımlar çoxdur, yoxsa bəylər? Əsas olaraq üstünlük xanımlardadır, amma ki, hal-hazırda bəylərimiz.
Yaxşı, deyirəm qoy xanımlardan başlayaq, çünki daha çox maraqlı hallar sizdə olacaq, bilirəm ki, çünki siz onlarla işləyirsiniz, onlar necə öyrənirlər, öyrəndikdən sonra necə sürücü olurlar, tamlığınla siz çatıra bilərsiniz. Xəylə, eşitdiniz də bizim uşaqların yəni ki, cavablarını ki, deyil, yəni xanımlar belə çıxır ki, elə həvəskar kimi həmişə qala bilərlər. Onlar sağa, sola baxmırlar. Bu sağda, solda olan güzgüdən bu xanımlar nə üçün istifadə edirlər görəsən onda? Elə özümüzə mi baxırıq belə çıxır ki? Mən musiqiçilərdən birinin cavabına müdaxilə etmək istəyirəm. Bir nəfər də bizim qonağımız oldu. Müdaxilə edeyim. Musiqiçilərdən biri dedi ki, 4 yolda dönərkən xanım və yaxud gedərkən xanım sağa, sola, qarşıya baxmır. 4 yolda xanım sürücü işıqforun yaşıl işığında keçirsə, həmin o, əmin olduqları kişi sürücüləri arxayındılar ki, onlar qaydanı pozmayacaq. Ona görə xanım birbaşa baxmadan keçir yaşıl işıqforda. İkinci musiqiçinin cavabına müdaxilə edərək demək istəyirəm ki, elə məşhur kulinarlar var ki, onlar kişidirlər, heç qadın deyirlər. Yəni, mətbəxə həyat yoldaşını salmaqla deyil, özün də mətbəxə keçə bilərsən, çox gözəl yemək hazırlaya bilərsən. Açıqladım belə ətraflı. Yəni, bu qədər. Mənə gəldikdə mən həvəskar yox, məcburiyyətdən sürücülüyə başlamışam. Avtomobil idarə eləməyə başlamışam. Çox əla. Günay xanım, buyurun, siz də mən də fikrimi bildirmək istəyirəm. Musiqiçilərin fikri ilə mən də hardasa razı deyiləm. Ona görə ki, elə qadın sürücülər var ki, handa mənəm deyən kişidən də çox gözəl, professional şəkildə avtomobili idarə edir. Xəylə xanımın fikri ilə mən də razıyam ki, elə kişilər var ki, mətbəxdə daha aktivdirlər, nəinki sürücülükdə. Yəni, əgər qadınlar o tikintidə, o ağır fiziki iş tələb eləyən işlərdə də işləməyə bacarırsa, bir avtomobil idarə etmək nədir ki, onu da bacarmasınlar? Yəni, belə götürəndə, hə, Tariyel müəllim? Avtomobil idarə eləmək, bilirsiniz, mənə çox çətin şeydir. Nədir onun çətinliyi? Hər miqamı riskdir. O, bəx siz söz dediniz ki, özünə baxır qadın. Bəli. Oturursunuz maşında, qadının maşında, indi mən servisdə işləyirəm. Qadın maşını gəlir, arxa güzgü pastayanın özünə baxır qadının. Bu subutdur. Yəni, hə. Yəni, bu neçə faiz qadınlarda təşkil edilir? Bunu hamısına şamil etmək də olmaz. 90% elədir xanım. 90%. Arxa güzgü xanımın özünə baxır. Xanım da çox vaxtı nətər olur bu? Yolda gedir, bəyək siz deyirsiniz, xanım, 4 yolda... Təbii ki, üzr istəyirəm, elə xanımlar sizə müraciət edəcək, servizə müraciət edəcək. Qəza yarandığına görə təbii ki, elə xanımlar sizə müraciət edəcək. Yəni, belə xanımlar olmasa sizə kim müraciət edəcək bəs? Söhbət də bundan gedir. Yəni, yerdə qalan qadınlar sizə təbii ki, müraciət edəməyəcək. Kişilər də müraciət edir. Yəni, sizə müraciət edənlərdən orta statistik göstərici çıxarda bilməzsiniz. Xanımlar çox vaxtı nətər vurur, gənə deyirəm, güzgüyə baxıb, özü-özünə atvikaniya eləyir, ona görə də... Yəni, mən onu demək istəyirəm ki, sizə müraciət edənlərdən orta statistik göstərici çıxara bilməzsiniz. 20%-dir. Bizə qadınlardan müraciət edən 20%-dir. 80% kişilər. 80% kişilərdir də, daha çox kişilər. Yəni, kişilər daha çox üstünlük təşkil edir. Neçə ildir maşını idarə eləyirsiniz? Mən 3 il. 3 ildir. Günay xanım. Siz neçə ildir? Mən 5 ildir artıq. 5 ildir. Bu 5 il müddətində hansısa bir, Allah uzaq eləsin, bir qəza ilə, yüngülvari qəza ilə rastlaşmısınız? Yox, çox şükürlər olsun ki, 5 ildə avtomobil idarə edirəm, amma hələ bir dəfə də olsun qəza olmayıb. Kimdən öyrənmişsiniz avtomobil idarə etməyə? Mən, məsələn, təlimə də getmişəm, düz, amma ən çox həyat yoldaşımdan öyrənmişəm. Mən atam öyrədib. Biz siz niyə görə bu sualı verdim? Tural bəy, deyirlər ki, ümumiyyətlə, xanımları, qadın sürücüləri, həyat yoldaşları öyrədəndə, onlar sonradan daha profesional avtomobil idarə edirlər. Daha diqqətli olurlar. Nəinki təlimdə öyrəndikləri halda. Necə düşünürsünüz? Yəni, bunun fərqi nədir? Fərqi ondadır ki, belə deyək, o yoldaşı öyrətməyindən qısqanclıq səbəbindən təlimə gəlməməklərdir. Amma təhlükənin artmağı elə o başlanğıcdan başlayır. Təlimə gəlsələr, xanımların çoxu qanuna riayət edirlər. Niyə? Məsələn, fərqi nədədir? Yəni, həyat yoldaşlarının öyrətdiyi idarə etməklə təlim müəlliminin idarə etməyi öyrətməyin arasında? Fərqi ondadır ki, müəllimdən belə deyək, ən azından çəkinərək sərbəst öyrənir, amma ki, yoldaşını öyrədiyindən sərbəst özünü apardığından belə deyək ki, gec öyrənmə vaxtı uzanır.
Misal üçün belə deyək. Mən ancaq əksini düşünürəm. Siz necə düşünürsünüz? Bilirsiniz niyə görə? Yəqin ki, sizin yanınıza gələndə, məsəl üçün, həmin insanın öz maşının üzərində öyrədirsiniz, yoxsa təlimdə. Təlim maşınında öyrədirsiniz. Bax, fikirləşin ki, həyat yoldaşı öz maşınında əyləşdirib xanımını və deyir ki, idarə et və ya təzə maşın alıbsa, görün onlar nə qədər qoruyurlar. Görün nə qədər diqqətli olmalıdırlar. Diqqətli olmaq üçün onun sağ oturacağında pedallar olmalıdır ilk öndə. Əgər o yoxsa diqqətsizlik var. Yəni, hər bir halda... Onda da sərbəst ola bilmirsən. Siz niyə görə? Əgər hər iki tərəfdə o pedallar varsa, deməli, həmin sürücü də arxeyin olacaq ki, hansısa bir qəza vəziyyəti yarandısa, deməli, bu vəziyyətdən kənarda əyləşən insan məni çıxaracaq. Biz ona sərbəstlik veririk. Pedalların yuxarı qalxma hissəsi var. Qaldırırıq, elə bir heç bir pedal yoxdur. Və ondan sonra şəhər daxilinə, asta-asta şəhərin kənarına və şəhər daxilinə çıxardırıq ki, bu sərbəstliyi özündə hiss elə bilsin. Qadınlar tez avtomobil idarə etməyi öyrənir, yoxsa bəylər? Bəylər. Niyə görə? Ona görə ki, hal-hazırda onlarda belə deyək, maraq çoxdur. Qadınlardan çox maraq bəylərdədir. Nə qədər müddət öyrənmişsiniz? Üzr istəyirəm, yox. Bir bəy nə qədər müddət öyrənir avtomobil idarə etməyi? Yəni, sıfırdan gələndə? 10 günə, 10 saata. Yəni, hər gün 1 saat etibarən 10 günə. Yəni, hansı səviyyədə öyrənə bilir 10 gün ərzində? Belə deyək ki, profesional yox, normal şəraitdə. Yox, normal hansı şəraitdə? Məsələn, 10 gündən sonra həmin insan çıxa bilərmi? Şəhərə çıxıb, tam sərbəst yer yox, şəhər kənarı. Şəhər kənarı. Bəs xanımlar? Xanımlar 15-18 gün ərzində, yəni gün ərzində öyrənirlər. Mən öyrənən günü şəhər kənara çıxmışam. Öyrənən günü. Mən də. Maşallah. Görün atası necə müəllim olub, necə çıxdınız? Bir günə öyrəndiniz. Bir günə öyrəndim və sabahsı gündən idarə etdim. Və bunda bir fərq var ki, mexanika ilə avtomatda çox fərq var. Əgər avtomat olarsa... Mexanika ilə öyrənib, avtomatla sürmüşüm. Hə, avtomatın isə gün öyrənmişsiniz? Necə? Mexanika ilə isə gün öyrənmişsiniz, avtomatın isə gün. Mexanika ilə həmin günü bir günə öyrənib, şəhər kənarına çıxmışam. Hə, maşallah. Ertəsi gündən artıq. Mexanikada öyrənib artıq... Avtomatda çıxmısınızsə, bəs onda çaşmadınız, onda hasan da olur. Daha hasan olur. Bəs deyirlər ki, onda elə bir ki, artıq ayaqlar öyrəşir, sonra biraz avtomata keçmək çox çətin olur. Yox, artıq adət eləmədiyimə görə mənim üçün o qədər də asan da olmadı. Çətin olmadı. Çətin olmadı. Az müddət mexanikada istifadə sürəndən sonra avtomat çox rahat gəlir. Mexanikanı uzun müddətli sürənlər üçün. Hə, sürənlər üçün. Az müddətdə istifadə elədiyinə görə yaddaşda o qalmayıb. Ki, mən mufta basmalıyam və yaxud da ki, tormuzu sol ayaqla basım. Yox. Sadəcə mufta bir ayaqla sol ayaqla istifadə olunur. Çox gözəl. Günay xanım, siz neçə günə öyrənmişsiniz? Mən deyim ki, 5 dərsə getmişəm, təlimə getmişəm. Artıq 6-cıda özüm öz maşınımı idarə etməyə başlamışam. Yəni artıq şəhərdə sürürdüm. Həmin 5 dərsdə neçə saat müddətində məşğul olurdunuz? 1 saat. Gündə 1 saat müddətində təlimdə öyrənirdim. Siz 5 saata artıq maşın sürməyi öyrənirsiniz. Öyrənirdim. Belə deyək də, yəni təlimdə elə bir nüanslar var ki, onları məhz təlimdə öyrənir insan. Yəni, yanında kimsə öyrədirsə ona, onu tam dəqiqliyinə qədər öyrədə bilmir. Amma təlimdə isə daha xırda nüanslara qədər öyrədirlər. Necə ki, ancaq mütəxəssislər belə deyirlər ki, qadın sürücülər əks cinsdə söylədiyim kimi daha fərqlidir. Çünki diqqətli olurlar. Ancaq bizim bəylərin fikri daha fərqli oldu ki, deyirlər ki, yox, yəni bəylər daha diqqətlidirlər. Ancaq belə götürəndə hər şey əsəbdən irəli gəlir. Ən tez əsəbləşəndə mən fikirləşirəm ki, bəylər ola bilər. Onları özlərindən çıxarmaq çox asan olur. Avtomobil idarə edəndə də səbir mənim üçün, mən fikirləşirəm ki, çox önəmli olan şərtlərdən biridir. Yəni, bunun fərqini deyərsiniz, ancaq bizim fasiləmiz var. Çox qısa fasilədən sonra xanımlar və bəylər, sürücülər arasında fərqdən danışacağıq.
bu cür musiqidən sonra insan istəyir ki, sürət həddini aşa. Hə? Musiqi elə təsir göstərir. Sizə necə elə şeylər olur, yoxsa necə? Olur, hə? Hə, çıxandan sonra indi polislər sizə tutar inşallah. Ki, musiqanın səsi maşından biraz yüksək gəldi, dayandıracaqlar. Aşdınız, aşmadınız ki, yəni aşa bilərsiniz. Bu da var. Deməli, xanımlar, deyən ki, bizim bəy qonaqlarımız bugün şikayətçidirlər xanım sürücülərdən. Mövzumuzla bağlı bir araşdırma apardım. İnternetdə bir maraqlı məqalə də tapdım. 45 illik, deməli, sürücülük təcrübəsi olan Rizvan Əhmədov deyir ki, yəni mən 45 ildir ki, avtomobil idarə edirəm. Ancaq bir xanım görəndə tez ona yol verirəm ki, xata sovuşsun. Onlar həmin insan niyə görə xanım sürücülərə bir təhlükə kimi baxır, təhlükə kimi yanaşır? Belə deyək də, mən cavab vermək istərdim. Belə deyək, bəzi kişi sürücülərimiz ehtiyat edirlər ki, yəni qadın qəza yarada bilər. Yəni biz özümüz də, şəxsən mən özüm də bu halla rastlaşıram. Bəzən görürlər ki, qadın sürücü gəlir, artıq güzgüdə onu görürlər və dərhal maşını çəkirlər sağ tərəfə ki, bu qadın sürüb getsin. Amma bəzən olur ki, elə bir yolda gedərkən kişi sürücülər də olur ki, mane olurlar bizə və məcburən biz də keçirik yolun sağına ki, bu ötüşdən keçsin bizdə. Gözəl, artıq burada bir-birinizə mane olmaq fikri yaranır da, hə? Burada fikir fərqli bilirsiniz, Maliqə, nədən yaranır? Nədən? Cəmiyyətin daha çox hissəsini bizdə Azərbaycanda kişi sürücüləri təşkil edir. Qadınlar azlıq təşkil edir. Mənə elə gəlir ki, müəyyən müddətdən sonra bu tərəzinin yerində balans olanda həmin vaxt bu haqda danışmaq lazımdır. Onda göstəricilər aydın üzə çıxacaq. İndi qadınlar az olduğuna görə qadınların da pisi, yaxşısı, azı, çoxu elə bil tərəzidə gözə çarpanda belə az görsənir. Amma kişilərin də eləsi var ki, pis sürür, yaxşı sürür. Yəni bunu tam hiss olunur ki, kapital verilişinin aparıcısıdır. Tərəzinin gözünə qoymaq olmur. Tərəzinin gözünə qoymaq olmur. Bugün qadın sürücülərin ümumiyyətlə azlıq təşkil elədiyinə görə tərəzinin gözünə qoymaq olmur. Amma vaxt gələcək, demək olar ki, hər ikisi də eyni necə deyim, eyni səviyyədə tərəzidə olandan sonra onda artıq... Hər şey düzələcək. Fikirlər dəyişəcək belə çıxır. Fikirlər dəyişəcək, yox. Onda artıq müqayisə eləmək şansı daha düzgün olacaq mənə elə gəlir. İndi yəni ki, belə fikirləşirsiniz ki, yəni müqayisə etməyə dəyməz də, belə götürəndə. Onsuz da yaxşı sürsələr də, yaxşı sürməsələr də onlar azlıq olduğuna görə bu fikirdədirlər. Burada proporsionallıq itir. Çünki qadınlar azlıq təşkil edir bu dəqiqə. Tutaq ki, 70% mən özüm belə götürürəm. 70% sürücülərin 70%-ni kişilər təşkil edirsə, 30%-ni qadınlar təşkil edirsə, 30% qadınların içindən yaxşısı pisi var, 70% kişilərin içindən də yaxşısı pisi var. Başa düşdünüz? Bu 50-50% təşkil edəndə bax həmin günü, həmin vaxt, həmin anda artıq müqayisə eləmək yerinə düşəcək, mənə elə gəlir. Bizim gənc sürücümüz də var, qoy o da fikrini bildirsin, görək ümumiyyətlə qadın sürücüləri yaxşı sürücü ola bilər, yoxsa bəylər? Yəni, hərənin öz fikri var, mənim də öz fikrim belədir ki, yəni xanım sürücüdən də yaxşı sürücü çıxa bilər, bəydən də çıxa bilər. Çünki belə Lora dilə desə, yəni belə pis çıxmasın, yan yol gedərkən, yəni elə bir xanım da ola bilər ki, sağına, soluna baxmasın, bəy də ola bilər. Yəni, bu heç mən xanımlarla da tamamilə razılaşıram, bəylərlə tamamilə razılaşıram. Yəni, say etibarilə həmin kişilərin sayı 10 ola bilər, qadınların sayı 1. Çünki qadın sürücü azdır, amma kişi sürücü çox daha fazla. Düzdür. Yəni, haradasa bu 50-50-yə olsa tamamilə, siz dediyiniz kimi tamamilə razıyam, tərəziyə qoymaq olar. Amma hal-hazırda bəylər üstünlük təşkil edildiyinə görə, yəni bir tərəziyə qoymaq mümkün deyil bunları. Ən çox qaydanı kimlər pozur, bax? Hansı ki, sizin 1 saat, 2 saat vaxtınızı alırlar, xanımlar haradasa, yəqin ki, siz həm qaydaları başa salırsınız, idarə etməklə yanaşı hər bir şey. Belə təlimlərdə qayda pozuntularına biz özümüz yol vermirik, təlim müəllimləri. Qaldı ki, belə normalda bəylərimiz pozur. Qadınlar daha diqqətlidirlər, hə? Bəs qadınların ən çox pozduqları qaydalar hansılardır? Yəni, siz niyə görə? Elə bil ki, bu artıq, elə bil ki, bu xanımlara yapışıb, belə deyək də, adət eləyiblər. Bu da keçir hər birinə. Bu da nədən irəli gəlir? Xanım olduqlarından. Ötmə siqnalını verməməkləri, bir də ki, riski tormozlama. Varmı belə şeylər sizdə? İlk vaxtlarda olurdu. Ötmə siqnalı olmurdu. Həmişə ona diqqət yetirmişəm. Qəfil tormozlama olmuşdu. O da bir-iki dəfə sonra nəticə çıxardım.
Bəs sizdə Günay? Məndə də olub ki, qəfil tormozlama olubdu, amma yəni belə siqnal məndə də olmayıb, yox. Yəni nəzərə alıram ki, əgər mən tələsirəmsə, qarşıdakı avtomobilə işarə verirəm. Yəni işıqla işarə verirəm ki, yəni mənə yol versə, mən artıq yolumu gedim, tələsirəm. Yəni qəfil tormozlama da təbii ki, qarşıdakı sürücünün səhvi ucbatından Bəli, olur ki, o da qarşıdakı da qəfil tormozlama verir, uzun bəli. məsafə saxladır. Ona görə ki, məsəl üçün qardaş nətər deyim, sizi yoldaşınız öyrədibdir maşın sürməyə, sizi atanız. Onu başa salmayıb ki, distansiya saxlamaq lazımdır. Ona görə də yəni təlimə getmək lazımdır. Ki, bunu professionalına öyrətsin insan. Yox, təlimə gedirik, təlimdə öyrənirik. Ancaq bəzən elə bir anlar olur ki, istərsəməz insan ya fikri olur, ya nəsə bir anlıq yadından çıxır. Amma tədricən praktika, belə deyək də, praktika mütləq lazımdır ki, sürə-sürə artıq hər bir şey öyrənir. Başa düşürəm, ancaq bunu opla gəlin bağlamayaq. Bunu elə o sinirlə, əsəblə bağlayaq ki, biz siz niyə görə? Yəni o qədər, məsəl üçün, mən indi söylədim ki, 45 illik təcrübəsi olan bir insan hər bir vəziyyətdən çıxa bilər. Ancaq xanım sürücü görəndə, yox, biz siz niyə görə? Xanım sürücü görəndə fikirləşir ki, həmin xanım təhlükə yarada bilər. Ona görə də yol verir. Yəni fikirləşmir ki, yaranan təhlükədən çıxsın, yol olsun. Rol arxasında oturanda oje təhlükədir. Belə deyim də, oje təhlükədir. Sizi, bax, görürsünüz xanımlar əsəbləşdirir. Roldan tutur, bax, qabağa cihaz baxır. Axı, tək irəli baxan sürücü olmaz. Kişi xayları da mənim özüm məsəl üçün. Kişilər bilirlər də nəyə baxırlar. Bir dənə xanım sürücü yanlarından keçəndə irəli baxmırlar, kənara baxırlar. Gəlin bunu da etiraf eləyək. Bax, belə deyək də, piyadalara yol verirsiniz, məsələn, keçəndə verirsiniz də. Bəylər də verir. Bəylər daha çox verir. Bir bəy düzgündür, düzgün deyil. Piyadaya yol vermək düzgündür. Arkada, yəni ki, maşınlar dayanıb. Və bir nəfər keçir, bir sürücü ona yol verir. Qəzə dayanma siqnalını yandırıb, istər harada olursan ol, piyadaya yol verir. Çox xanım gəlir, dayanır, qəzə siqnalını yandırmır, ya da ki, böyürdən belə sağdan sürüb çıxıb gedir. Bəylər də elə edir. Mən ona görə dedim ki, indi belə bir vəziyyət var ki, bir nəfər yol verəndə arxadan gələn maşın mən ümumiyyətlə daha yol keçmirəm. Bilirəm ki, arxadan ikinci maşın gəlib keçəcək, ya mənim üstümdən keçəcək, ya da ki, Allah saxlayacaq. Yəni o yoldan bir qadın keçəndə 15 bəy keçir. Hə, şərait yaranan kimi bəylər bundan istifadə eləyirlər. Nəyə görə xanımların, bax, avtomobil idarə etməyin tərzlərini belə deyək, bəylər bəyənmir. Niyə? Siz bir təlim müəllimi kimi fikrinizi deyərdiniz. Yəni sizin öyrətdiyiniz xanım sürücülər, yəni pismi sürücülər olur? Bəylər bu fikirdə olurlar. Xeyr, əksinə belə götürəndə ki, bəylərdən çox qadınlar üstünlük tələb edir ki, deyilən bir belə deyək, öyrədilən nəyəsə varsa tez götürürlər. Və ona uyğun olaraq da baxırsan ki, bəyə bir dəfə deyirsən, iki dəfə deyirsən, bunu eləmə, bunu eləmə, bu onu təkrarlayır. Amma xanıma bunu deyəndə ikinci səfərə onu təkrarlamır. Daha diqqətli olurlar. Necə ki, bax, elə öyrənirlər, elə də onlar bir ana olduqlarına görə artıq yolda da o qədər diqqət yetirirlər ki, məsəl üçün hər bir şeyə. Üzr istəyirəm, bizim Bakıdan zəngimiz var, qoşaq davam eləyərik. Şəkidən, üzr istəyirəm, alo. 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 Səs gəlmir. Alo. Səhər xanım, xoş gördük. Xoş gördük, sabahınız xeyir. Sabahınız xeyir olsun, necəsiz? Necəsiz canım? Təşəkkür edirəm, yaxşı olasınız. Buyurun. Bütün Kəbər Sevəzini salamlayıram. Çox sağ olun. Oradakı tamaşaçıları salamlayıram. Çox sağ olun. Sizin bugünkü qoyduğunuz məsələlər hər gün gözəldir, hər gün. Sağ olun Səhər xanım. Fikriniz necədir bizim bugünkü mövzumuza? Mənim 50-50-yə baxıram. 50-50-yə baxırsınız, hə? O artıq... Qadınlar sürən, məsələn, sürücülüyündən belə narazılıq var ki, qadın, evdar bir qadın, düzdür, rast ki, o sənətin vurğunu var, o sənəti işlətmək istəyir. Öz üçün mənzilinə, işinə getmək üçün bunu qənaət eləyə bilərəm. Amma uzaq yollara, məsələn, mən Şəkidən qadın maşınına oturub Gəncəyə gedə bilmərəm. Səbəb? Qorxuram. Nədən? Qorxaram. Dinən niyə? Niyə? Sual verirəm bayaqdan. Niyə? Ona görə ki, qadının fikri çox yerə yayılır. Fikir dağılır. Gələr indi sizin yanınıza. Amma kişilərin fikri yalnız rolunda, sükanında, pastayanla o sənətin dalında olur. Səhər xanım,
Qadın əmr eləyir. Siz heç vaxt belə danışmazdınız. Siz həmişə məndən yana danışardınız. Bugün mən də xanımam, mən də burada dayanmışam. Yəni qadınlar nə deyim, yəni şəxsi Qadın fikriniz əmrəliyi harada qaldı? Qadın əmrəliyi harada qaldı? Kənara qoymuşuq bugün, yəni 2 saatdan sonra götürərik. Yaşlı adamım, yol keçirəm. Məsələn, birdən qaydanı pozuram, yolu keçirəm. Görürəm ki, qadın şoferləri, inan, maşını gətirir, mənə satdırır, məsəl üçün. Amma kişilər saxlayır, əli ilə işarə eləyir ki, xala buyur, keç. Can, Şəkidə qadın sürücülər çoxdur. Var da, indi çox da, o qədər də çox olmasa da var. Gənə də onlarla yollarında uğurlar arzuluyla. Çox sağ olun. Qan sallayılan yolları açıq olsun. Çox sağ olun Səhər xanım, təşəkkür edirəm və buradan bütün şəkillərə qucaq dolusu salamlarımızı göndəririk. Təşəkkürlər. Eşitdiniz də bizim Şəkidən qonağımız da hardasa xanımların biraz sürücülüyünə qarşı oldu ki, uzaq yol çıxanda daha etibarlı bəylərdir. Niyə? Yəqin Şəkidə yaxşı təlimçilər yox. Ondan ola bilər? Yoxsa necə? Orada ayrı-ayrı bir, belə deyək də, sürücülərimiz var. Qadınlarda var, belə deyək, işgüzar xanım, var, evdar xanım, var, tələbələr. Bunların hərəsi, misal üçün, işgüzar xanım avtomobilə də həm diqqətçil olur, həm də ki, belə deyək, təmizkar olur. Qaldı ki, evdar xanım sadəcə öz işi üçün gedir bazarlığa mı və yaxud da ki, harasa marketə mi, özü üçün belə istifadə edir. Qaldı ki, tələbə xanımlarımız, onlar avtomobillə, belə deyək, bir özü üçün dost kimi istifadə edir, dostu kimi istifadə edir. Yəni, ayırır bunlar. Bəlkə də Şəkidə yol polisləri xanım sürücülərə çox azadlıq verir. Bundan irəli gələ bilər. Bundan da ola bilər elə. Xəylə xanım, acaba burada elə deyil, hə? Arxayınlıq yarada bilir. Hə, burada ancaq qayda pozan kimi artıq xanımların üstünə daha çox düşürlər ki, yəni qayda pozuntusu hamı üçün, qanun hamı üçün qanun. Yox, qadınlar daha çox poza bilər, hə? Belə çıxır ki, Şəkidə belədir. Yaxşı, mən fikirləşirəm ki, yəni hər kəs eyni fikirdədir ki, qadın sürücülərini biraz düzdür, haradasa biraz da vurğuluyurlar ki, diqqətlidirlər, ancaq o qədər də razı deyirlər. Niyə narazıdırlar, tam demirlər. Bax, nədən? Niyə görə qadınların belə çıxır da, artıq siz istəmirsiniz ki, onlar avtomobil idarə etsinlər. Bunun çox səbəbləri var. İstəyirəm, siz deyəsiniz, heç demirsiniz. İndi mən xanımlardan soruşacağım. Elə tək götürdünüz, haradasa güzgüdən istifadə etmək. Mənim öz fikrim var ki, məsələn, mən də sevirəm, məsəl üçün vəsiqəm olsun, vəsiqəm də var, ancaq avtomobil idarə etməyə bacarım, idarə etmirəm. Mən sevirəm ki, hansısa bir sürücü avtomobil idarə etsin, mən əyləşim, ancaq hər şeyi bacarmağı da sevirəm. Mən nəyə fikirləşirəm? Yəni, mən o, məsəl üçün, təmiri bacarmıram. Əgər mənim avtomobilim yolda nəysə bir şey oldusa, mən fikirləşmirəm ki, mən biləm ki, açan baxam, görəm ki, görəsən bunun nəyə xarab olub? Ona görə də avtoservis var. Aha, yəni müraciət etmək lazımdır. İndi qadınlar iş kapotu açmırlar. Bəli? Qadınlar iş kapotu açmırlar. Hə, bir zəng yetər, hə? Bəli. Bəli, qadınlara bir zəng yetər. Nasaz olanda, məsələn, bilirsiniz, məsəl üçün, nəyindən ola bilər? İdarə edirsiniz, bir səs gəldi, yəni dayandırmaq məcburiyyətində qalırsınız. Ən azından biri var ki, hiss eləyəsiniz, artıq bu da nasazlıq var. Biri də var ki, sürüb çıxıb gedəsiniz ki, səsli də gəlir, ancaq onun sonradan hansısa bir qəza yaranmağına səbəb ola bilər. Bəli, məsələn, mən avtomobili əyləşərkən xod duyuram, əlbəttə motorun qızmağını gözləyirəm müəyyən müddət və sonra diqqət edirəm, maşını idarə edərkən diqqət edirəm ki, hər hansısa bir səs gəlir, yoxsa əgər səs gəlirsə, bu məni narahat edirsə, əlbəttə ki, mən maşını saxlayıram və araşdırma aparam ki, görürsən bu səs nədə gəlir, qarşıda məni qəza şəraiti gözləyir, gözləmir və servis əlbəttə ki, zəng edirəm və onlar gəlib baxırlar. Olub ki, heç məsəl üçün yüngül bir şey olsun, heç servisə müraciət etməyəsiniz, onu özünüz bacarasınız. Olub. Çünki bəy sürücülər artıq avtomobildə bütün səsindən də bilirlər ki, bunun nəyindən ola bilər. Düzdür, hamı bacarmasa da onu düzəltməyi, ancaq artıq servis gələnə qədər bu bilir ki, avtomobilin harasında nə problem var. Belə deyim də, elə bəylər var ki, onlar da heç də bilmirlər. Heç nə bilmirlər. Bəli. Heç kapot ata bilmirlər. Bəs yaxşı, servisə müraciət ediblər xanımlar, gəlib görübsünüz ki, orada heç bir şey yoxdur da, cüzi bir elementar şey. Gəlin belə danışaq da, bax, sudur, indi elə adam var ki, sərbəst maşın sürür, məsələn də, hardansa başqa yerdən gəlib, Gəncədə yaşayır, belə deyək, ailəsindən kənarda işlə əlaqədar olaraq, yəni ki, yoldaşına əli çatmır
Və bu maşında dayanıbdır, nəysə bir yeri, maşın getmir də, xarab olubdur. Gəlib görmüsünüz ki, elementar bir şey, maşının suyu yoxdur. Yağı dəyişməliymiş, buna görə nəysə nasazlıq var. Yox, elə şeydə qadınlar çox punktualnidir. Yəni ki, deyəndə ki, filan vaxtı, filan kilometrdə gəlin servisə, qadınlar gəlirlər. Kişi xaylağı da ki, ona görə ki, o bilir nədəndir, nasazdır. Məsəl üçün, ona görə də kişi xaylaqları çox elə belə punktualni dörlər. Bax, görürsünüz, diqqət də burada, mən buna gəl, yavaş-yavaş gətirib çıxaracağım. O diqqət nətərdir? Verilişin sonunda təsdiq Yox, xeyr, bir söz deyim də, xanım maşın sürəndə diqqətsiz olur, özünə diqqət yetirir. Yəni belə deyək də, bunu da bütün qadınlara şamil etmək olur. Yox, bütün qadınlara yox, elə kişi xaylağı var ki, mən genə deyirəm, o kişi xaylağı nə sürə bilir, nə güzgüyə baxır, oturur, sükanı tutur, dümbələm düzdə gedir. Yəni, sağda, solda keçəndir, peşoxoddurmu, sürüb maşındırmı, onlara vнимание vermir. Amma qadın xaylağı, genə deyirəm, servis məsələsində, məsəl üçün, nə tıqqıltı olan kimi saxlayırlar qıraqda, zəng eləyirlər ki, maşınında tıqqıltı var, amma bilmirəm nəyindəndir. Təkərin arasına daş girir, tık eləyir, qadın xaylağı saxlayır ki, maşınım qırıldı. O qədər də olmaz da yəni. Valla olur. Servisində, yəni ki, işi belə olur da, yəni gəlirlər, daşı çıxarırlar. Elementarını. Bu da böyük bir problem var idi burada. Ayna silənə su qutarır, orada fontan şəkili var belə deyək. Zəng eləyirlər ki, maşınımız qırılıbdır, fontan şəkili çıxır. Yox, o qədər də yox ki, su qutaranda sən onu bilməyəsən ki, bu maşında su bitib yoxsa yox. Məsəl üçün, elə qadınlar var ki... Təcrübəsi çox az olan xanım. Bəli, təcrübədə, onu görə deyirəm ki, təcrübə, xanımlarda təcrübə azdır. Yollarda da İllərlə maşın idarə etmələrinə baxmayaraq onlarda təcrübə azdır, yoxsa necə? Yox, ümumiyyətcə, bax, bu hallarla avtomobil sürməkidimi, remontudurmu, onu bilməkdir, təcrübə azdır qadınlarda. Bax, bu hallarla rastlaşanda, haradasa o kiçik problemlər olanda, heç maraq üçün soruşmusunuz, neçə ildir ki, idarə edirsiniz avtomobil xanımla? Soruşmamışsınız, niyə? Yəni, sizin üçün, mən şəxsən mən maraqlanardım. Deyərdim ki, görəsən, mənə maraqlıdır ki, bu neçə ildir maşın sürür. Birdən 2 addım getdi, servis çıxdı, getdi, bir də daş qaldı. Bilirsiniz də, servisə gələn qadınlarda, məsəl üçün, 90% birinci maşınlarıdır. Yəni, birinci maşınsa da, maşının probegindən biz bilirik də, 1 ilmi sürülür, 2 ilmi sürülür, ehtiyac yoxdur soruşmağa. Yəni, onlara artıq sürücü qadın kimi müzakirə eləmək də heç mənə gəlir yeri deyil. 1 illik təcrübəyə sahibdirsə. Bəli, onlar deyək ki, üçün o öyrənirlər. Amma siz onların göstəricilərdə əsasən danışırsınız burada. Vaxt burada, məsəl üçün, zamanın önəmi var, Tural bəy. Yəni ki, elə insan olar ki, 10 gündən sonra elə bir təcrübəli, o qədər həvəs olar ki, özdə mən bilirəm ki, qadınlar avtomobil sürməyi çox sevirlər. Hər şeydə sevgidən yaranır. Əgər bir şeyi çox sevirsənsə, artıq maraq da olur. Bu maraqdan da nə olur? Böyük bir təcrübə, dağ yaranır. Ona vaxt ehtiyac deyil, insanın belə deyil, tələbənin götürümündən də belə deyil, normal götürümü yaxşı olarsa, qabiliyyəti yaxşı olarsa, onu 10 günə də öyrənə bilər və yox, yaxşı deyilsə, 15 günə çəkə bilər, 1 ayda çəkə bilər. Hal-hazırda mənim keçən neçə il üçün 1 ay ərzində qadın tələbəm var idi ki, mən onu belə əziyyətlə onu öyrədib başa gətirib çatdıra bildim. Bax, elə adam olur ki, sükan arxasında əyləşməyə qorxur. Onu mən şəxsən bir müddət bundan əvvəl rastlaşmışam. Yəni, maşın idarə eləyən bir gənc avtomobili aldı, gətirdi və onda belə bir hiss yarandı ki, yəni, sükan arxasına əyləşə bilmədi. Yəni, o dərəcəyə gəldi, çatdı ki, bugün maşın gəlib, sabah, yəni ki, fikrində, sonradan mən bunu bildim ki, bunun fikrində olub ki, avtomobili satsın. Bax, bu qorxunu necə götürdü, onu sükan arxasında götürüb əyləşdirirsiniz? Davamiyyət, ancaq davamiyyət özünü məcbur eləməlidir, mən bacaracam və yaxud da ki, özünü inandırmalıdır. Belə davamiyyətlə aradan özü çıxır. Təntimək də gedir, sərbəstləşir. Belə deyək də, əsas odur ki, sükan arxasına əyləşən insan rahat olmalıdır. Sərbəst olmalıdır. Özünə inam, özünə güvən olmalıdır. Amma bəzən, məsələn, bax, mənim həmkarlarım arasında elə bir insan var ki, kişidir, məsələn, avtomobil idarə etməkdən qorxur. Deyir, həyatım boyu mən avtomobil idarə edə bilmərəm. Məsələn, mən xoşlayıram ki, arkada əyləşim, kimsə maşını idarə eləsin. Həvəsim var, ancaq qorxuram. Bax, əgər qorxu varsa, mən deyərdim ki, həmin insan avtomobili idarə edə bilməz. Həmin insanlarda bir fikir formalaşır. Fobiyanı nə yaradır? Birdən-birə mən avtomobil sürürəmsə, megapolisdə avtomobil sürmək. Yəni, bununla başlamır ki, sürəndə təlimlərdə təbii ki, şəhərdən kənar yerlərdə sürürsən. Bir müddət belə təcrübə keçdikcə, həmin fobiya da öz-özünə yoxa çıxır.
Amma bəzən olur ki, o yoxa da çıxmır. Yəni həmin həyəcan olur ki, gedir bunda, artıq var. O ən çox avariyadan sonra mı olur? Əgər avariyaya düşürsə də o insan, onlarda belə fobiya yaranır ki, yəni mən sükan arxa tutsam, məndə bu qorxu olacaq ki, mən vura bilərəm. Qəza vəziyyəti təbii ki, o hər bir insanda yarana bilər. O da ki, yanında ən yaxın bir insan olsun. Ondan sonra doğrudan insanın gözü qorxur. Ancaq ilk olaraq doğrudan da elə insanlar var ki, sükan arxasına oturmamışdan əvvəl onlarda bu cür hiss olur. Yəni onu da ən çox mənə elə gəlir ki, müəllimin üzərinə düşür ki, həmin o hissi necə aradan götürsün. Aradan götürürük, amma ki, qaldı təntiməyinə biz heç bir müəllim zəmanət verə bilmir ki, bir tələbənin belə deyək, təntiməyini aradan götürədik. O da ancaq davamiyyət. Örgəndi mi, boş saxlamayıb, ara məsafə buraxmasın. Özü asta-asta bunu davam eləsin ki, aradan da götürülsün təntimək. Çox gözəl, əla. Diqqət dedikdə sürücü ən əsas nələri bilməlidir? Nələrə qarşı diqqətli olmalıdır? Bunları vurğulayarsınız. Ancaq bizim fasiləmizdən sonra. Çox qısa fasiləmiz var. Fasilədən sonra qaldığımız yerdən davam edəcəyik.
Super, əla. Rəşid, sürücülük vəsiqəni götürdüyün yeri gəlmişkən. Nəzər xanım, hələ ki yezdəm imtahandan keçə bilmirəm. Keçə bilmirsən elə, niyə? 6-cı səfərdə kəsilirəm. Nəzər xanım, bu eyni işdə kəsilirəm həmişə. Yoxuş Hə, orada bəydir. həmişə gedirəm nəsə. Hava yaş olur deyə maşını qaldıra bilmirəm orada. Qaldıra bilmirsən, düş özün qalx, denən özüm çıxa bilirəm. Köməkçi apar özündən. Düzdür. Ona baxmırlar da üzə, özün qalxdın qalxma. Təlim müəllim var, soruş niyə qalxa bilmirsən? Vallahi niyə qalxa bilmir uşaq? Neçənci dəfədə Sadəcə maşının toşturmuşunu işləmir yəni. Tənzimləyə bilmir. Tənzimli. Mufta pedalından əl dəstəyini tənzimləyə bilmir. Bunu bilirdin? Təzə xanım, bax 6 dəfə getmişəm. 6 dəfə. Atalar 20-yə qədər. 4 dəfə qaldırmışam o spusku. 2 dəfə qaldıra bilməmişəm. Nətər? 2 dəfədə hava yaşı olubdu, yəni 2 dəfə qaldıranda qiymət yazmayıblar. 4 dəfə qaldırmışam. Orada başqa şeylər də var da, ondan da kəsilmişəm. Qaldıranda da ondan kəsildim. Sən ki bir dənə o qalxa bilmirsən deyən kəsildi. Axırıncıda bir dənə ondan kəsildim. Hamısını keçdim, bir dənə spusku keçəmədim. Necə təsir göstərir sənə? Yəni deyirsən ki, niyə vermirlər mənim sürücülük vəsiqəmi yoxsa? Xeyr, Təcərə xanım. Yəni yəqin ki biraz bəxtim yaxşı gətirsə keçərəm. Yəni hamısını keçsən verəsidirlər. Yəni orada da problem yoxdur. Aha. Yəni bunu bəxtə bağlıysan, arabanı idarə edə bilmirsən. Təcərə xanım, bu vallah bəxtdən asılıdır. İmin o spusu qaldırmaq bəxtdən asılı nə mənada? Nə mənada? Bizim meroda burada şey elədi ki, torpaq belə yoxuşdu, torpaq. Orada da bir də görsən maşının təkəri boşluğa düşür, qaz verirsən maşın eşirdə qalxmır. Sən də xoşuna gəlir elə maşından o səs çıxanda. Təzə xanım xoşuma gəlmir, onu özüm elə pis edirəm ki, qalxmıram. Saz bilir ki, pravanı verməyəcəklər ki, kəsildi. Hə, deyirəm də sürücülük vəsiqəsi elə orada qalacaq. Uşaq sentyabr ayından gedir, gəlir. 3-cü səfərdə mən o imtahandan keçdim şeydən, test imtahanından. 7-ci səfərdə şeydən keçsəm mən, Yezdədən. Görsənmi, deməli sən idarə etməyi bacarmırsan. İmtahandan keçmisən. Orada imtahan verəndə əsas qaydalardır, mən səhv eləmirəm. Qaydaların hamısını bilirəm. Hamısını bilirsən. Ay, sağ ol. Ancaq qaydaları bilmək şərtdir, vacibdir. Vacibdir. Sürmək əsasdır. Əsas, yaxşı, hansı... Təcrübə, sürmə. Bax, görürsünüz, qalxa bilmir də o podiumu. Ancaq uşaq qaydaların hamısını bilir. Bir dənə qayda pozmayacaq. Elə bir svetoforda dayandı ki, arkada maşınlar durubdu. O qəzadır da, maşına buraxacaq, arkadaşı maşına dəyəcək. Aha, gözəl. İnşallah, mən arzu eləyirəm ki... İnşallah, tək alasan, Allah qismət eləsin. İnşallah bu səfər bir gün gələrsən, bir saat təlimində başa salarıq. Bax, gördün, deyirsən şansım yoxdur, bəxtim gətirmir. Bəxtin gətirdi. Gedərsən Tural bəyin yanına 1 saat müddətində qalxacaqsan, sürücülük vəsiqəndə alacaqsan. Sənin də bəxtin belə gətirdi. Əla. Biz qalmışdıq belə sualımızdakı, hansı ki ən əsas sürücülər nəyi bilməlidir, nəyə diqqət yetirməlidir? Artıq burada bəyləri, xanımları ayırmırıq. Sürücü sürücüdür. Əsas belə deyək, hal-hazırda yerindən götürdüyü istiqamətdən güzgülərdən istifadə eləməlidir. Ki, mən dəqiq bilim ki, qarşıdan və yaxud da ki, arxadan avtomobil gəlir ya yox. Və sonra dönmə siqnalını yandırmalıdır ki, mən hərəkətə başlaya bilərəm. Və arxaya baxdıqdan sonra hərəkətə başlamalıdır. Əsas budur. Bir də ki, qaldı arxadan və yaxud da ki, qarşıdakı avtomobilin ara məsafəsini özü seçməlidir. Ara məsafəsini nə qədər saxlamalıdır? Qarşıdakı avtomobilin arxa təkərlərini görə bilənə qədər, necə ki, hərəkətdə olduğunu bilənə qədər. Mən deyirəm ki, yaxşısı budur ki, siz yəni ki, deyib açıqlamasını etməyin. Xanımlardan soruşun. Belə daha maraqlı olar. Biraz sonra nişanlar gələcək. Yəni görək, sürücülərimiz bu nişanları bilirlər, yoxsa bilmirlər. Ancaq belə götürəndə, siz belə deyək də, xanımlara sual verin. Məsəl üçün, mən hansı ki, dedim ki, nəyə diqqət yetirməlidirlər. Görək, xanımlarımız heç bir şeyə hazırlaşmamışıq, siz onu dəqiq bilirsiniz. Yəni, burada artıq test imtahanı gedir. Buyurun, ən əsas artıq bir neçə şeyi açıqladınız. Bundan əlavələr də məncə çoxdur. Buyurun. Bəli, əsas olaraq sual-cavablar da odur ki, imtahanda olan düşən yəqin ki, öz bilinizi almışsınız da bunları. Suallarda bilərsiniz. Znaklardan hansı eyni bir dənə əhəmiyyətli olmayan znak, yəni stop znakı, belə deyək, oxşarlığı olmayan znaklardan biridir. O da nə ilə fərqlənir? Stop znakı qalan znaklardan, yerdə qalan znaklardan nə ilə fərqlənir?
stop znakı yerdə qalan nişanlardan nə ilə fərqlənir? Hə. Sözlərimiz. Mən də bilmirəm onu. Bəylərə də mən demədim, xanımlara sual verin. Mən dedim ki, yəni görünüş cəhətdən nə ilə Bəli, görünüş cəhətdən. Qırmızıdır da, qırmızı yumrudur, yəni. Nə ilə cavabını deməyin, ha. Çünki imtahan verib də öyünən gənci çağıram. Stop siqnalı çox cəlbedicidir. Görünüş cəhətindən nə ilə fərqlənir? Qaldı ki, o bilirik ki, dayanmadan keçmək qadağandır. Bəli, dayanmadan keçmək qadağandır. Amma görünüş cəhətindən nə ilə fərqlənir? Yerdə qalan sınaqlarla. Çox belə cəlbedicidir də, o qırmızı rəngdə elə stop həmişə görünür. Siz deməyin, ha, cavabı. Baş yol çox elə görünmür, kim stop znakı. Çünki rənginə görə. Bilirsən, Nadir, bilmirsən. Hələ o proqrama çatmamış. Öyrət, hələ proqram, necə də vəziyyətdən çıxır. Elə sevirəm ki, onu keçməmişik. Elə sevirəm ki, o vəziyyətdən çıxış Bacım oğluna bir sual verəndə deyir, onu biz keçməmişik hələ məktəbdə. 11-ci sinifdə oxuyur, onu biz keçməmişik məktəbdə. Bəs sən bu işarəni mi deyirdiniz, Tural bəy? Aha. Sırf görünüşə görə deyilsinizsə, mayla gəlir qırmızı fondadır. Kənarından bəlkə çərçivəsini nəzərdə tutursunuz. Cavablandırma olar yoxsa? Olar, çünki artıq gəldi də, görüntü oldu məsələn. Bu znaka oxşar heç bir znak yoxdur. Bir. İkincidəki 8 varı güşəsidir. Çərçivəsində mən biraz toxundum. Yəni buna oxşar heç bir znak yoxdur. İstər yol verir, istər qadağandır, istər bir dənə o znak, bir dənədir. Eyni fikirdə olduq, sadəcə fikrimizi tam ifadə edelim. Hələ bu harasıdır, nişanələr gələcək, hələ davamı var. Heç qaydaları pozursunuz. Keç otu yerində. Bir də mənə demək ki, imtahandan yaxşı verib keçmişəm. Bəxt, insanda bəxt yaxşı şeydir. Pozmusunuz. Hansı halda pozmusunuz? Remen olubdur, qırmızı işarə olubdur, bir də radar olubdur. Ən çox bunlardır. Ay sağ olun, siz kəməri vurğulamadınız. Ən böyük, ən yaxşı xüsusiyyətlərdən biri odur ki, ən mühüm, belə deyək, yaxşı deməyək, mühüm xüsusiyyətlərdən biri odur ki, avtomobildə əyləşən kimi kəmər taxılmalıdır. Ancaq bu kəməri taxmırlar. Yəni insanın özü üçün. Yəni hansı təhlükələri yarada bilər, onu deyərsiniz. 40 manat iştiraf ödəyəndən sonra kəmər oturan kimi pastayan taxıram. Bizdə siz mətəlidir. Bax, sürücülər çox interesli. Bax, Gürcüstana gedirik. Kəmər taxır. Pastayanlı. Hamı taxır. O ki, Azərbaycana keçdiyi hamı çıxardı. Deyirəm, niyə orada belə eləyirsiniz, burada belə eləyirsiniz? Burada deyək, kimdir baxan? Deyirəm, o baxmaqdan da o sənin təhlükəsi deyil. 40 manatın hünərinə bax, necə də fikriniz dəyişib, indi məsləhət verirsiniz. Kəməri tax. Kəməri taxın, indi siz bunu necə məsləhət verirsiniz? Bax, necə götürək? Yəni o pula görə, yoxsa təhlükəsizliyə görə? Təhlükəsizliyə görə. Çünki Allah uzaq eləsin, o paduşka açılanda kəmər sizi saxlayır. Ki, nə burnunuz qırılsın, nə boynunuz. Kəmərsiz olanda isə, siz qabağa gəlsiniz, paduşka açılan kimi üzünüzə vurur. Hə, bax, görsən, mən artıq sizinlə razılaşıram ki... Burun da qırıla bilər, boyun da qırıla bilər, gözlərə zədə ola bilər, çox şey. Yavaş-yavaş mən bəylərin yanına keçirəm ki, çünki elə təlim müəllimindən avtomobil idarə etməyi daha yaxşı öyrənmək olar ki, bəzi şeyləri diqqətdən qaçırmayaq. Çünki xanımlar o qədər diqqətlidirlər ki, mən fikirləşirəm ki, sonradan onlar çox gözəl təlim müəllimi ola bilərlər. Çünki onlar birinci öyrəndikləri şeyə, niyə imkan vermişsiniz sözümü deyim? Birinci öyrəndikləri şeyə o qədər diqqətli olurlar ki, sonradan onlar da özləri diqqət göstərdikləri hər bir işi öz tələbələrinə çatdıra bilirlər. Ancaq bəylərdə bu yoxdur. Bəylər öyrəndiklərini tez unudurlar. Yəni onlardan nə müəllim? Yəni təlim müəllimləri hazırlayıram burada. Yaxşı edirsiniz. Kəmərdə qalmışdıq. Yəni onun yarada biləcəyi tarihi mənim çox sağ olsun, bəzi təhlükələri söylədi insan özü üçün. Siz necə çatdırırsınız? Bax, gəlib bir nəfər sizin yanınıza, yəni hissə isə o güzgüdən istifadə etmək nə üçün lazımdırsa, o kəmərdən nə üçün istifadə etmək lazımdır, bunu necə aşılayırsınız? İlkin olaraq avtomobilə oturdun, təhlükəsiz kəmərini bağlamalısan. Təhlükəsiz kəmərini bağlamaq da sol çiyinin üstündən sağ qolun altından keçməlidir. Və buradan çəkirsən, sol əlinə verirsən. Sol əlini sağ əlinə birləşdirirsən. Bu da insanın özü üçün lazım olan şərtlərdən biridir. Siz özünüz heç qayda pozmusunuz? Bəli, pozmuşum. Siz hansısa, niyə pozursunuz bu qaydaları? Hansı qaydanı pozursunuz? Sürət həddi.
Necə? Sürət həddi. Sürət həddini aşmısınızsa, indi özünüzdən məsəl üçün razısınız ki, müəlliməm, mən aşa bilərəm, bütün vəziyyətlərdən çıxa bilərəm, yoxsa harasa tələsmisiniz? Hansı vəziyyətdə? Mənzilə çatmaq üçün tələsmək. Mənzilə çatmaq üçün tələsmək lazımdır? Xeyr. Nadir, sən necə düşünürsən? Mənzilə çatmaq üçün sürəti aşmaq lazımdır? Baxı yerinə bəlkə elə bir moment olar, aşmaq lazım olar. Müəllim kimi məsləhət verərdiniz. Aşmaq lazımdır? Aşmaq lazım deyil, amma məcburiyyət qarşısında aşılır. Ancaq məcburiyyət qarşısında da bunu etmək olmaz. Yəni, belə deyək də, sürət ömrü qısaldır. Yəni, düşünməlidir sürücü ən azından ki, evdə onu gözləyən var. Uşağı gözləyir. Bəlkə evdə gözlədiyi bir insan, bəlkə elə bir moment ki, onu aparmalısan. O momentdə, yəni, avarini yandırırsan işıqları, bəli, artıq bildirirsən ki, mən qabaritləri də yandırırsan, yəni, hamı, mən, məsəl üçün, mən biraz təcrübəm var, mən görürəm ki, avarikanı yandırıbdır, o insan tələsir harasıdır. Bəlkə də evdə ağrıyanı var, nəsə, həssəsi var maşında. Mən özüm belə situasiya olub ki, buradan Bakıya Skorundalından avarikayla getmişəm. Məsələn, yolda da çox adam buraxıb, çox adam buraxmayıbdır məni. Başa düşən, görür ki, Skorundalından gedirəm, yol veribdir mənə. Çox gözəl. Bir də mənim üçün bilirsiniz nə maraqlıdır? Ən çox bəylər siqnal verir, yoxsa xanımlar? Bəylər. Niyə? Bax, svetoforda dayanmışıq. Yəni biz keçməməliyik. Siqnal gəlir. Niyə? Yəqin ki, burada xanımlar, buyurun. Bəli, mən razıyam sizdən. Bəzən olur ki, svetoforun qırmızı işığında dayanmışıq. Hələ 4, 3, artıq 3-də siqnal verirlər. Hara gedim? Qırmızını keçim? Çox gözəl. Bir dəfə bir nəfərlə gəlirdim. Mən istəyirəm sizinlə başınıza gələn maraqlı bir şey danışasınız. Fasiləyə keçməyə, vaxtımız çox qısadır. Mən çalışacağım ki, çatdırım. Deməli, siz deyən kimi haradasa işıqforda bir 3 dəqiqə, 3 saniyə qalıb ki, yəni yansın, biz keçək. Deməli, maşını vurub, arxadan çox yüngül, düşüb deyir ki, sən niyə sürmürsən? Qarşıda dayanan sürücü buna sübut eləyə bilmir ki, yəni, bax, bu işıqforun işığı hələ yanmır, mən niyə görə getməliyəm? Mən avtomobildəydim. Həmin sürücü, inanırsınız, qarşıdakı sürücünü boşlu çıxartdı və sürdük, çıxdıq, getdik. Yəni, yüngülvari çox bir xəsarət yetirmişdi, ancaq belə hallar da olur. Bu da nədən irəli gəlir? Arxadakı maşın, avtomobil dayanmadan siqnal verirdi. Qarşıdakı bizdə günah olmadı. Yəni, mənim əyləşdiyim maşın, yəni, bilirsiniz necə, o siqnal ola bilər də insan da. Artıq onu çaşdırdı. İnsanda gərək uvajeniya ola da, bir-birinə. Hörmət ola, bəli. Qaydaları gözləyək. Biz burada nətər bir-birimizə hörmət edirik? Yolda da o olmalıdır. Kişilər işıqforun siqnalını... Xəyli xanım, fasiləmiz var, üzr istəyirəm. Fasilədən sonra davam eləyərik.
Çox sağ olun. Nədənsə, nəysə sevgidən ifa gələn kimi mənim yadıma gül düşür. Bilmirəm niyə, hər kəs elədi. Elə sevgi deyən kimi gözümün qabağına bir gül qoyun, bundan da olsun, bilsin, çıxsın. Bütün sevgimi verim o çiçəklərə. Yeri gəlmişkən də Ağ Çiçəyim Gül salonuna təşəkkür edirik ki, hər səhər doğrudan da gözümüzü açıq, ətrafda bax, belə gözəl çiçəklər görürük və sevgi dolu anlar yaşayırıq. Bu anları bizə əlbəttə bizim qrupumuz da yaşadır. Çox sağ olsun. Əgər siz də həmişə gözəl çiçəklər, gözəl buketlər görmək istəyirsinizsə, sevgilinizə hədiyyə etmək istəyirsinizsə, xüsusi mərasimlərdə bu çiçəkləri görmək istəyirsinizsə, avtomobillərinizi bəzəmək istəyirsinizsə, onda Gəncə şəhər Şeyx Bahəddin 35-də yerləşən Ağ Çiçəyim Gül salonuna müraciət edə bilərsiniz. Mən bilirəm ki, çiçək hər şeyi həll edir. Nə qədər də küsülü olsaz o insana qarşı, nə qədər də kininiz olsa o insana qarşı, siz onunla danışmağa gedəndə bir buket aparmış olsaz, orada artıq söhbətə ehtiyac olmayacaq. Siz susacaqsınız, Ağ Çiçəyimin çiçəkləri orada danışmağa başlayacaq. Mənimlə razısınız? Necə romantik danışdım, hə? Heç bu sürətdən sonra belə romantik danışmağım bilirəm. Elə romantik bu havaya hər əşit mütləq toxunmalıyıq, yəni bunu ifa eləyərik bir gün. Telefon bağlantımız var, hə, səhv eləmirəmsə. Aha, alo. Alo. Sabahınız xeyir olsun. Sabahınız xeyir, Azra xanım. Xoş gördük. Sabahınız xeyir. Bəlkə suala görə zəng vurmuşdum, biraz gec qoşulduq stop nişanına görə. Stop nişanı o biri nişanlardan 8 budağına görə seçilir və nəyə görə 8 budağına görə seçilir bu? Bəzi dövlətlərdə qarlı, yox, şaxta şəraiti olduğuna görə stop nişanı əmr edici nişandır. O, qar və yaxud palçıq onun üzərini bağlayır. Uzaqdan onu görməkdən ötürü stop nişanı o biri nişanlardan fərqlənir. Bir də studiyanızda bir sualım olacaq. Hansı dövlətlərdə sağ tərəfli sükan istifadə olunur? Bunun qısa bir cavabı var və xahiş edərdim bunu səsləndirsinlər. Səsləndirən yəqin ki, Ağ Çiçəyim Gül mağazinindən xüsusi endirim qazanacaq. Çox gözəl. Hə, buyurun, deyirəm, onda suala xanımlar birinci cavab versin, çünki hədiyyəni xanımlar sevir. Buyurun. Mən bildiyim qədərilə Yaponiya və Kitay. Sağ ol. Mənə bax demin də, hə. Yaponiya. Yaponiyada məncə Angliyadadır, Yaponiyada, yox, Kitayda deyil. Mən Yaponiyada. Yaponiya ilə Angliyadadır, Velika Britaniyadadır. Yəni, gəlin belə danışaq. Haradasa bir variant söyləməlidirlər, yoxsa necə? Aha, yəni ki, tamaşaçımız xətdən ayrıldı, ancaq siz sualın üzərində qalın, çünki burada artıq söhbət hədiyyədən gedir. Yəni, hədiyyə varsa, burada dayanmaq... İskəndər müəllim bizə hədiyyə edəcək. Yəni, konkret, tək-tək cavabla verin. Xəylə... Yaponiya, mən bildiyim qədərilə Yaponiya. Yaponiya. Aha. Velika Britaniya, Yaponiya... Konkret. Konkret, Velika Britaniya. Aha. Angliyada deyək, Angliya. Böyük Britaniya. Gəlib çatmamısan elə o dərsə, Nadir. Bilmirsən, yoxsa necə? Yəni, dərsdə sağ öyrətmirlər ki, hansı ünvanda, hansı sağda sürülür, solda sürülür. Sağ qayda qanunun yol hərəkət qaydalarını bunu bilməlisən də. Məsələn, bəlkə getdin başqa bir dövlətə avtomobil idarələrdə. Biz Azərbaycanda Gürcüstanda da sürülür. Sağ yoldan Gürcüstanda da sürülür. Hə, Gürcüstanda da. Rusiyada da sürülür. Orada icazə var, bəli. Orada icazə var. Hamısı Koreyadan gəlmiş maşınlar. Azərbaycanda yoxdur. İskəndər bəy xətdədir, hə? Bəli. Hə, İskəndər bəy, variantları eşitdiniz? Təkrar eləyirik. Bəli, eşidirəm variantlarınızı, ancaq variantların heç hansı cavabı qane etmir. Etmədi ki? Cavab bir dənədir. Avstraliya deyil ki. Nadir Avstraliya dediniz elə. İskəndər müəllim, tarixdə danışıram. Siz nətər o şəhəri, imini, ölkəni deyirsiniz, yoxsa nəyə görə orada sürülür o maşın? Yox, hansı dövlətlərdə? Hansı dövlətlərdə? Deyirəm də Yaponiyada da, Angliyada, Velika Britaniyadadır. Onun qısa bir cavabı var. Azərbaycandan başqa hər birində? Çox qısa bir cavab. Yəni, cavablar sizi qane eləmədi. Yolun əksinə olan yerlərdə. Siz o hədiyyəni elə mənə verərsiniz. Çünki mən də cavabı bilmirəm. Onda cavabı buyurun siz deyin. Cavab belədir ki, bütün ada ölkələri üstəgəl Hindistan. Hansı ölkələr? Ada ölkələri. Bütün ada ölkələri. Ada ölkələri nə demək ki? Ada ölkələri, ada. Adada yerləşən dövlətlərdə. Bir də Hindistanda.
Rusça desək, все островные государства плюс Какие? Островные. Островные. Çox sağ olun İskəndər bəy. Островные. Aha, hədiyyə əldən getdi, hə? İskəndər bəyin səsi gəlmədi, deməli hədiyyə əldən getdi. Ancaq belə götürəndə variantlar düz idi, mən fikirləşirəm ki, yəni. Biz də düz demişdik. Hə, düz demişdiniz, sadəcə indi siz hətta çox açıqlaması ilə demişdiniz. İskəndər bəy, ona görə siz bir nəfər üçün hədiyyəni mən xahiş edirəm seçərdiniz, çünki özünüz deyərdiniz. Yəni bizim prodüserlər qeyd eləsin oradakı kimə hədiyyə düşəcək. Bu arada Ağçiçəyim Gül Salonunun nömrələrini xatırladacağım ki, hədiyyənizi almaq üçün bu nömrələrə müraciət edə bilərsiniz. Və xüsusi endirimlər də nəzərinizə çatdırım ki, bax bizim efirimizə gələn bütün qonaqlarımız üçün Ağçiçəyimdə onlar üçün xüsusi endirimlər olur. Yəni gedib orada çiçəklər ala bilərsiniz sevgililərinizə, Nadir. 022 256 78 04 050 555 16 00 055 585 16 00. Xəyalə xanım, sizin fikriniz yarımçıq qalmışdı. İstəyirsiniz qayda. İşıqforlarla bağlı demək istəyirdim ki, ümumiyyətlə kişilər işıqforun yaşıl işığından maksimum yararlandığı halda qadınlar minimum yararlanır. İlk əvvəl mən avtomobil idarə eləməyə başlayan vaxtlar çox diqqət yetirirdim işıqforun işığına, yəni yaşıl yanmadan tərpənmirdim yerimdən. Təbii ki, arxadakı avtomobillərdən siqnal gəlirdi. Adam özünü getdikcə pis hiss edir bu vəziyyətdə. Ondan sonra azlıq çoxluğa tabidir. Mən də onlara qoşulmağa başladım. Artıq mən də maksimum yararlanıram. Aha. Deyirəm də, bugün verilişdən sonra bütün hamını saxlayacaqlar burada. Yəni ki, yeri gəlmişkən, bugün bizim yol polis xidmətindən də qonağımız olmalıydı. Yəqin ki, işlərinə görə səhərdir. Verilişimiz elə vaxtda təsadüf eləyib ki, yəni işləri ilə əlaqədar gələ bilmədilər. Ancaq buradan qeyd edim ki, gərək gələrdiniz. Çünki söz vermişdiniz ən azından. Çünki hə, olar. Yəni burada bayaqdan oturub sual qurursan, hə, özün üçün. Buyur. Demək ki, 4 dənə yol aracı eyni əhəmiyyətli yol aracıdır və orada mini avtomobillər var, hər bir yol aracında da eyni əhəmiyyət. Heç birdə svetofor yoxdur, heç nə yoxdur. Orada nətər keçməlidirlər, keçmə qaydası nətərdir? Özləri tənzimləməlidir. Üzr istəyirəm, bəs yaxşı cavab olsa imkan verdik, hədiyyə alım. Özləri tənzimləməlidirlər. Hədiyyə istəyirdik. Uduzsaydı heç olmasa Rəşidin burada ifalarını eşitmişik də, burada oynayardı, rəqs eləyərdi. Elə bir, yəni qayda şeydə yoxdur da, müəllim bilər bizdən yaxşı. Elə bir tənzimlənməyibdir. Məsələn, orada kim keçməlidir? Sürücülər özləri... Amma ən azından sağ tərəfə buraxmalıdır. Hamısının bir sağına düşür. Buradakı da onun sağına. Özləri tənzimləyərək sağına. Uzun yola baxır, tənzimləyirdi. Belə. Qısa cavab verin. Xanımız cavab verdi. Verdi, düzgün də cavab oldu. Yəni Rəşidin özünü də qane elədi. Ancaq Namiqin ürəyində bir sual qalıb. Verirsən, yoxsa de. Özün. Mən sizə demişdim, siz özünüz verin. Niyə? Məsələn, sualını mən verməkdə məqsəd nədir ki? Müəllim buradaykən yenə deyirəm, indi yol polisindən bizim qonağımız gəlmədiyinə görə Tural bəy cavab verə bilər. Bilmədim, yəni özüm də dəqiq bilmirəm, yəni soruşmaq istəyirəm, o məqsədlə soruşuram. Məsələn, 90-lıq yoldur deyək ki, sürət 90. Bəli, qarşıdakı maşın çox zəif gedir, 20-30 deyək. Mən də tələsirəm, çox vacib bir işim var, tələsirəm. Yəni, nə etməliyəm? Qoşa xəttdir deyək ki, keçmək də olmaz. Yəni, bu anda mən nə etməliyəm? 90-lıq xətt sürət həddi magistral yolda qoyulur, birinci. Magistral yolda da asta sürət 20 ilə 30 ilə sürmək olmaz. Qısa cavabı. Yox, həmin vaxtı yəqin ki, soldan keçməyə yol var da, soldan sağda sürməlidir. Qoşa xətt var. Qoşa xəttdir. Həmin yolda artıq məntəqəsi sualın cavabı belə oldu ki, yəni qoşa xəttdir, elə də getməlisən. Ağa deyir, sür dərəyə, sür dərəyə. Belə deyək də, sən sualı belə qoysaydı, mən sənə belə cavab verim. Misal üçün, 60-lıq yerdə qarşındakı da 20 ilə gedir, orada da qoşa xəttdir. Onun baxırsan, 40-40 xətti olana qədər, o sağa çıxana qədər, sən ardından davam eləməlisən. Arxasına getməlisən. Sadəcə budur. Yəni, sual belə bir qoysaydı, belə bir şey olar. Qaldı ki, 90-lıq yerdə şəhər daxilinə qoyulmur, sadəcə magistral yolda qoyulur. Magistral yolda da 20 ilə 30-dan sürmək olmaz. Əla, çox sağ olun. Bizim sürücülərə bəlkə suallarınız olar? Suallarım belə baxıram, versəm çətinlik. Yox, niyə ki siz verin, niyə? Magistral yolda 90-dan, belə deyək də, artıq hansı avtomobillər sürə bilər? Yük maşınından başqa bütün avtomobillər. Orada var da elə bir ki, tonraj neçədən neçə qədər? 3 tondan artıq yük.
Bax, təcili tibbi yardım maşında sürə bilər. Elədirmi? Onlar təxirə salınmaz artıq. Lazımdır ki, bəli. Yox, yəni sürə bilər dedi, hansı maşınlar sürə bilər? Mən də birini açıqladım. Burada sakit dayanacaq halım yoxdur ki. Deyil ki, belə deyək. Onlar təxirə salınmaz nəqliyyat vasitələri. Aha, başınıza heç yolda maraqlı bir hadisə gəlməyib. Hələ mənim yanımda sürücü ola, mənim başıma bir maraqlı belə bir şey gəlmişdi ki, yəni ki, düşüb bir günah işlətdiyi bəs deyil, qarşıdakı maşının da hələ bir sürücüsünü də boşda çıxarırdı. Yəni belə bir hallar, ya qayda pozuntusu ilə bağlı, məsəl üçün o yol polis xidmətlərindən həmişə biraz maraqlı macəralar olur, sonra bizi topa tüfəngə tutacaqlar buradan. Məsələn, bax, mənim başıma bir maraqlı bir hadisə bu yaxınlarda gəlmişdi. Deməli, Bakıda yol gedərkən, üzü Gəncə istiqamətində maşını idarə edirdim. Düzdür, məndə də səhv var idi. Yəni, birinci yolda getməliydim sola dönmək üçün. Ancaq mən tıxac olduğuna görə solda mənə yol vermədilər sola keçməyə görə. Mən məcburən orta yolda getdim. Və işığı sola yandırmışam. Xəbərdarlıq çünki, yəni mən dönəcəm sola. Və mən sola dönmək üçün artıq işıq yaşıl yanıb və mən sola dönməliyim. Solumda bir dənə Prado gəldi, vurdu məni atdı. Və başladı haykü salmağa. Xanım, nə inirsiniz, maşın sürə bilmirsiniz, sizə sükan arxasında əyləşməyin. Əlbəttə ki, mən də cavab verdim ki, mən düz sürürəm, siz nə inirsiniz, siz soldan düz gedirsiniz. Və sağa çəkdim, maşını saxladıq bir yerdə, gəldi, biraz yüngül mübahisə oldu. Mən zəng vurdum yoldaşım, əlbəttə ki, danışdı, nömrə götürdü, artıq, ancaq sonda zəng vurmadı. Dedi, servisə gedərik, maşınımı təmir etdirərsiniz, ancaq zəng vurmadı, çünki bilirdi ki, özü səhvdir. Günah, özündə olduğuna görə, yəni günah həmin sürücüdə ola, siz artıq həmin sürücünün avtomobil düzəltməyə razılaşmışdınız. Yox, amma o da, mən demirəm, tam olaraq mən də düz deyildim. O səhv ola bilər ki, o sizə yol vermədi. Yol da vermədi. Deyək ki, acıqla. Amma ən azından düz getməyə də ixtiyarı yox idi onun, çünki işarə var idi ki, ən azından o saxlayıb sizə yol verməli idi ki, o sola dönən işarənin üzərində idi, mən isə düz və solanın üzərində idi. O sizin yolunuza keçib, o mənim yolum. Qayda pozuntusu. Eyni dərəcədə ikimiz də günahkarıydıq, amma o mənə zəng vurmadı artıq ki, yəni maşımı təmir edək. Ona görə də zəng vurmayıb. Hə, günah olduğuna görə də artıq zəng vurmayıb ki, bəlkə də sonradan boşluq çıxara bilər. Heç polisi belə çağırmadı. Günah özündəydi axı, niyə görə çağırmalıydı? Hələ bir üçüncü bir şəxs də gəlsin məsələ. Abayudnu deyək də, iki tərəfdən də qarşılıqlı. Fasiləmiz var, fasilədən sonra davam edəcəyik. Onun arabası var, güzel mi güzel, şoförü de var. Özel mi özel, bastı mı gaza, gider mi gider, maalesef ruhu yok. Onun için hiçbir şansı yok. Onun arabası var, güzel mi güzel, şoförü de var. Özel mi özel, bastı mı gaza, gider mi gider, maalesef ruhu yok. Onun için hiçbir şansı yok. Elə sənin bax, idarə etdiyin avtomobil də yalnız səs çıxara bilər, hansı ki, qalxa bilmirsən, yoxşu. Orada qalacaqsan elə. Aha, siz sual vermək istəyirsiniz, xanımlara Tariyə müəllim. Bizim bitməmiş fikrimiz qalmamışdı ki, yəni musiqi gələn kimi hər şeyi unuduram, deyəsən yox idi. Xanımlara bir sualım var ki, nə qədər tez deyək də belə avtoservisə müraciət edirsiniz. Avtomobilini görsədisiniz. Yəni heç bir problem olmadığı halda nəzərdə tutursunuz, hə? Nətər deyim, TO-da, texniki osmotor, bezopasностьdə ki, siz onu sürürsünüz, əlbəttə ki, o maşına siz özünüz baxmısınız. Mən məsələn 2-3 ayda bir dəfə gedirəm. Ki, yəni, baxsınlar ki, görsünlər hər hansısa bir problem var, yoxsa yox. Elə gəlmişkən dünən özüm servisdə olmuşdum. Yəni ki, bəylər özləri də remont eləyə bilirlər, baxırlar. Amma bəzi elə bir problemlər olur ki, yəni orada sırf olaraq servisdə baxılmalıdır. Mən zərurət yarandığı hallarda müraciət edirəm. Yəni adi hallarda yox. Adi hallarda yox. Yaxşı, bəs yolda birdən təkərə nəsə bir şey olur. Və ya zərurətin yaranma ehtimalı olduğu halda, yəni nəzərə alıram ki, müəyyən müddət ərzində müraciət eləməmişəm. Artıq zərurət yarana bilər.
Həmin vaxtda müraciət edirəm. Xanımlar, təkərə bir şey olsa onda da servisə zəif vurarsınız, yoxsa özünüz dəyişərsiniz? Təkər mən o sualı vermək istəyirdim ki, təkər buraxanda özünüz dəyişə bilirsiniz. O problem deyil. Yox, mən yəni yalan deyə bilmərəm, mən dəyişə bilmərəm. Mən bacararam. Mən də düşüb dəyişəbilirsiniz, niyə görə? Yox, dəyişməmişəm, amma yanımda dəyişdirəndə görmüşəm ki... Yəni cəhd eləmək olar, siz niyə görə? Onsa dəyişməyəcəksiniz, kənardan keçən maşını saxlayacaq, kömək edəcək sizə. Yəni düşürsünüz, qadınların bacarmadığı bir iş yox. O sıxmaq məqamı var da, məsələn, təkəri boş sıxa bilərsiniz, bəli, o açıla bilər. Sadə bir sual, belə təkəri dəyişdiyin halda... Devr eləyən bir şeydir, qapılanan bir şeydir. O çıxa bilər. Necə? Təkərin nasaz olub, dəyişmə formasını bilirsinizmi? Yəni təkərin necə çıxarılmaq qaydası? Mən sizdə nətər onu eləyirsiniz? Nədən başlayırsınız? Danqırat deyə bir... Var, onu qaldırırlar. O harada yerləşir maşında? Arxada. Arxa bagajda. Təkər olur onun altında. Elə maşın var ki, arxa sidiyənin altında olur. İndi biz öz avtomobilimizin nəzərə alıb deyirik. Ya millətin avtomobilindən danışası deyirlər ki, öz avtomobillərində hardadır, oradan da danışacaqlar. Dəyişirlər, niyə dəyişmirlər? İşte reklam deyiləm, mən özüm Mazda servisin baş ustasıyam. Bizdən qadınlar maşın alırlar. O qadın gəlir, birinci servisə salırıq maşını. Qadına hər şeyi görsədirik ki, məsələn, zapaska buradadır, təkər açan buradadır, danqırat buradadır, aqnituşutil buradadır, hər şeyi başa salırıq qadına. Sürür gedir. Sonra da qadına deyirik ki, hər məsəl üçün 5 mindən bir ya 7 mindən bir o maşına baxır. Siz avtoservisə gəlirsiniz, yağını dəyişməyə. O məqamda o avtomobilə polnüstü tə olunur bizdə. Hər şeyinə baxılır. Məsəl üçün təhvil verilir ki, sürün, maşınız sazdır. Yəni nasazlıq heç bir şey yoxdur. Gözəl. Yəni cavab qanilədir sizi? Bəli, qanilədir. Yəni onu deyirəm ki, yəni öyrənmək yaxşı şeydir, bilmək yaxşı şeydir. Əlbəttə, bəli. Ancaq belə götürəndə mən fikirləşirəm ki, xanımlar bugün hardan deyirsiniz, oradan cavab verirlər. Hə, oxuyublar, maşallah. Bəli, ancaq yenə praktika yoxdur. Amma praktika yoxdur. Olacaq. Məsələn, xanım deyir ki, mən təkər dəyişə bilərəm. Amma məsəl üçün Allah eləsin ki, arzu edirəm, bir dənə Land Cruiser alasınız. O Land Cruiserin təkərini dəyişəsiniz. Onu artıq bacarmağım deyəm. Çox güman ki, öz avtomobilimi nəzərə alıb mən demişdim. Onda servisə müraciət edəyərlər. Burada nə var ki, hər bir çətin vəziyyətdən çıxış vəziyyəti var. Nə qədər olmasa xanımlara məsəl üçün, nətər deyim, servisə müraciət eləsələr çox yaxşıdır ki, özləri düzəldir. Bəli, xanımlar servisə müraciət eləsələr yaxşıdır. Jelatinlə, yəni servisə. Ancaq elə xanımlar var ki, doğrudan da hardasa dayananda düşüb təkər dəyişən xanımlar da olur. İnandırım sizi dəyişərlər. Görməmisiniz? Siz niyə görə? Sizə zəif vurmayıblar. Özləri çıxış vəziyyətdən, çətinlikdən çıxış vəziyyətindən də bu nə ayaqlar? Vəziyyətdən çıxıblar, qoy belə deyək. Yox, zəif vurublar ki, məsəl üçün də təkərim rafdı, mən nağarım. Yəni ki, demişəm ki, haradasınız? Deyiblər ki, məsələn, trastayıq, yoldayıq. Gəncə-Bakı yolunda. Yəni şinamontaj var yaxınlıqda, deyiblər ki, yox, demişəm, kimə istəyin oradan, kimləsin. Əla, bəs başqa hansı hallarda bir şübhəniz var xanımlara? Yəni ki, xanımlar bu vəziyyətdən çıxa bilməz. Çətin sual vermişəm, çünki cavabı yox. Lüboy şeydən yayın ki, çıxa bilməzlər. Onda elə gözlərini yumub, nəysə sözün var. Mən demirəm ki, iminli qadınlar, bəylər də elə olur ki, onu maşında taqqıltı gəlirmi, nəsə olurmu, onu düzəldə bilmirlər. Belə baxanda, yəni təkər... Evakuator, servis. Təkərdən başqa nəyə bacara bilərlər ki, maşın xarab olanda xanımlar? Yəni, gələk hamı usta ola ki, instrument ola ki, maşında nəsə nasazlıq oldu, saxladı, düzəltdi, sürdü, getdi. Ən azından söhbət, məqsəd siz nədədir? Onu düzəltməkdən, təmir etməkdən getmir. Ən əsası odur ki, ən azından biləsən ki, bunun səbəbi nədir? Hansı səbəbdən yarana bilər? Bax, söhbət bundan gedir. Ola bilsin ki, kiçik bir səbəbdir. Mən dediyim kimi, servis xidməti gələ bilər, heç orada cüzi bir şey ola bilər. Deyə bilər, xanım, siz yəni bu cür sürüb, hər an mənzilinizə çata bilərsiniz. Yəni, cüzi bir şeydən yolda qalmaq məsələsi mən fikirləşirəm ki, xanımlar bunu bilməmiş olmaz. Xanımlar belə deyək, avtoservisə gedirlər, məsəl üçün qardaşın yanına gedirlər, qardaşlar, bax, xanımlara maraqlı deyil, onun nə idi. Sadəcə gətirir, verir, düzəltdi mənim maşını ver, mən çıxım gedim. Söhbət budur. Məndə şübhə yaradan bir hal var ki, yəni ki, yol nişanələridir. İndi biraz sonra nişanələr gələcək. Nişanələr gələnə qədər Nadirdən mənə gözəl bir xəbər gəldi. Yəni, bugün gənc sürücü kimi dəvət eləyiblər. Verilişimizin sonuna gəlib çatmışıq. Mənə deyirlər ki, demək ki, siz gözəl nə bacarırsınız? Gəlsin bizim musiqimiz. Gəlsin bizim musiqimiz, çünki Nadir çox gözəl demək ki, rəqs edirmiş. Hə, onda qoy bir gözəl bir rəqs də gəlsin. Gəl Nadir.
Super, super, super. Yəni qadınlar da belə ritm tuta bilirlər. Ha, sadəcə mənim topuklu ayaqqabım biraz maneçə törətdi, yoxsa qoşulardım sənə. Yəni biz bəylərdən heç bir halda geridə qalmırıq, hə? Xanımlar. Tamam. Yəni mən fikirləşirəm ki, indi də geri qalmayacağıq, çünki nişanlar gəlir. Gəlirmi? Gəlsin görək indi bizim xanımlarımız. Düzgün hərəkət. Fikrinizi bildirərsiniz, yəni səhv düz. Aha. Düzünə və sağa. Bəli. Buradan keç. Yan. Buradan keç, yan. Əli işarə ilə göstər dax hələ. Buradan keç, yan. Sol istiqamətə dönüş. Yan, sol istiqamətə dönüş. Daha yoxdur. Velosiped. Velosiped. Qara maşın keçmək olmaz. Yox. Sizdən soruşmuruq. Tarim əmi, bəylərdən soruşmuruq, biz xanımlardan soruşuruq. Qoy xanımlar deyilsin ki, sonra sizə deməyə sözləri olsun. Hansısa nişanın yarısıdır elə bil. Hansısa nişanın yarısıdır elə bil. Yox. Səndən soruşmuram. Mən ilk dəfə rast gəlirəm bu nişana. Aha, nə oldu? Düzdür. Uşaqları qulaq asın. Mexaniki avtomobilin hərəkəti qadağandır. Xanımlardan soruşuruq. Aha. Ötmək. Yox, ötməyin sonu. Yük maşın. Yük maşının ötməsinin sonu. Düz. Bu ehtiyat dayanacaq. Gözlə. Deyildi artıq. Aha. Deyildi. Sonra. Yük götürmə qabiliyyəti ilə bağlı. Yox, bir dəqiqə. Bəlkə tapdılar? Mən pas. Mən də. Aha, bir dəqiqə üzr istəyirəm. Yəni, çox mühüm nişanlardan biridir, yoxsa necə? Hər saat, yəni ki, nadir hallarda qarşılaşdıqları ona görə. Tariyə mənim nədir bu? Məncə, servisə sola. Yox, götürmə ilə bağlı oldu. Siz də bilmədiniz. Yəni, yük maşınları... Görməmişəm. Bunu necə qarşılaya bilərik? Yox, o təhlükəli maşınların getdiyi istiqaməti göstərir. Bunu keçmirsən. Çox gözəl. Aha. Ana yol nişanı. Baş yol. Baş yolla digər yolların birləşməsi. Bəli. Qarşılıqlı yol. Buradakı nə? Nisbət. Qarşıdan gələn avtomobilin üstünlüyü. Üstünlüyü söhbət. Deyəsən, ayrı nişan qalın, bütün nişanları yığmışsınız, yəni xanımları belə çətin imtihana salmışsınız. Qarşıdan ictimai nəqliyyat vasitəsi gəlir. Xeyr. Günay, bəs siz? Qoy, xəylə, Günay da. Pas? Bir dəqiqə, Tariyen müəllim. Nə? Nisbi sürətdə olur. Ancaq bir şeyə gəlin baxaq, bax görürsünüz, yəni xanımlarla bərabər Tariyen müəllim də, yəni nişanlarda pas gedir, yəni tapmır. Avtomobil gözləməlidir, siz keçməlisiniz. Baş yol mənimdir də. Bəli, qırmızı gələn düzə gözləməlisiniz. Bu şlaqbaumlu yol, dəmir yol. Dəmir yol. Yol əyilir. Sola maylı. Yoxuş. Bu uca qardaşlıq, aiddir qardaşama, padiyom, 12 qradus. Rəşid, geri qaytarın, xahiş eləyirəm. Zapravka, benzin. Geri qaytarın, bir zəhmət. Rəşid, bax, kədərlən. Qoy Rəşid biraz kədərlənsin. Yəni, mən fikirləşirəm ki, bir dahaki səfərə, əgər bizim mövzumuz da bu haqda olmasa, yəni sən artıq o imtihandan keçmiş olacaqsan. Hə, sonra dəyişək. Sürüşkən yol. Yox. Bir dəqiqə. Yəni Tariyen müəllim. Təkərlə bağlı. Yol sürüşkəndir. Hərəkət istiqamətini dəyişir də, yol sürüşkəndir. Mən də ilk dəfə idi görürdüm bu nişanı. İlk dəfə idi, hə? Bəli, mən də birinci səfər görürəm. Bəs niyə görə bildiniz ki, yol sürüşkən? O, hardan çəkiflə bir şəkillər? Bax, görürsünüz, avtomobil idarə etməklə deyil, yəni nişanları bilmək lazımdır ki, nişanları, bilirsiniz mi, onun 50% işlənən nişan deyil də, belə işlənən nişanlar qalır. İndi həmişə işlənən nişanlar haqqında bir-iki dənə sual verəcəm, tələsməyin. Bir də hələ nişanlarımız var, əlavələr olur, yeniliklər olur, yeniliklərdir bunlar bu nişanlar. Yox, piyada yolu. Yox, biz bunları Sovet kitablarından götürmüşük. Məktəblərin yanında qoyulan nişandır uşaq. Bağça, məktəb. Girmək olmaz yola. Qadağan. Düzdür.
Giriş qadağan. Bitdi? Piyada keçid olmaz. Piyada gəzmək olmaz orada. Aha. 2.5 metr. Yəni yük maşınları hündürlüyünü göstərir. Deyəsən heç bir nişan qoymayıb. Bütün nişanları gətiriblər. İmtahanda bu qədər cavab vermişdiniz. Aha. Demişəm ən çətinlərini. Durmaqla dayanmağa dayanmaq. Aha. Sonudur. Bu qadağanın sonu sürət. 40 sürət. Sonra? Son deyəsən bizdə də son oldu. Aha. Burada durmaq olmaz. 2 həftənin cüt günləri. Cüt günlərində dayanmaq olmaz. Hadi heç yaxşı görsənir. Mutlu görsəm. Bu nədir? Düz, sağa. Görürsünüz mü indi? Şərait yarada bilərik. Monitoru hər... Yolun birləşdiyi... Tural müəllim. Hə, var hələ fikirə. Yox, mən də bilməm bunu. Tural müəllim bilir bu nədir? Bu elə bir təmirdə olan yerin qoyurlar bu znakı ki, yəni bu minik avtomobilidir, bir də ki, yük avtomobili olmalıdır mənim bilən. Yəni istiqamətini bilsin ki, hansı istiqamətinin hərəkətini hərəkət eləməlisən. Bu lövhədir. Aha, lövhə. Magistral yol. Aha. İstiqamət. Üstünlük nişanı sağa. Məcburi. Yox, bir tərəfli yol nişanı deyil, bir tərəfli yol. Bəli, sağa məcburi. Bu da onun kimi baş yol idi. Bu nə? Tariyin müəllim, bu nə? Baş yollardır da, düz gələnlər. Yəni, heç sıra dönmək yoxdur. Ancaq düz? Ancaq düz. Orada var. Hansı? O znak nə znakdır orada? Yumru ortadır. Bütöv göstəriflər bu znakı. Oradan uca qadağandır. Oradan yuxarı qadağandır. Orada bütöv şəkil fonu verməyiblər deyə, tam dəqiqdən bilməm. Aha, çox gözəl. Mən fikirləşirəm ki, kifayət eləyər. Bu nədir bəs? Burada yazır ki, bax, geriyə dönmək. Xanımlar. Günay xanım, bu nədir? Yəni, sola yox. Bu nədir? Birinci dəfədir görürəm. Valla mən də birinci səfərdə görürəm. Siz bunları haradan tapırsınız? O qədər sevinirəm ki, biz siz niyə görə? Çünki siz elə bayaqları deyirdiniz ki, xanımlar belə də yaxşı sürücü deyirlər. Belə çıxdı. İndi görürsünüzmü? Xanımlar hansı ki suala siz cavab verdiniz, sizdən qabaq cavab verdilər, siz də təsdiqlədiniz. Avtomobil bəs bu nədir? Sonuncudur. Bir dənə bunda deyil. Nadir, sakit dur. Sən bu dərsləri keçmirsən. Xanımlar? Giriş oradan qadağan olunduqda. Sola dönürsən. Dariyen müəllim, nədir bu? Əks yola deyir ki, çox gözəl cavab verir. Yəni, çox istifadə olmayan bir nişanlardır. Bəli, qarşımıza çıxmıyor. O nişanlar müvəqqəti quraşdırılır. Tural müəllim, bu... O kitabdadır, kitabda mən 10 il bundan qabaq oxumuşam. Onları yadınızda saxlamalısınız axı. Yəni ki, bu nişanları bilmək o qədər də vacib deyil bir təlim müəllimi kimi. Nə məsləhət görərdiniz bizim Tariyen müəllimə? Deyir, bunları hardan gətirib gəlmişsiniz? Və biz elə bir şeylər burada nümayiş eləyirik ki, qoy sizin üçün yenilik olsun. Yəni... Bizə vacibdir, hər bir znaklar vacibdir. Qaldı ki, belə vacib olan, qarşımıza çıxan şəhər daxili olan znaklar vacibdir. Amma onları bilmək mütləqdir. Çünki bizim, əgər biz pravamız varsa, bunu biz bilib almışıq da, düzdür mü? Mən demirəm ki, bilmək lazım deyil. Nəzəriyyələn istifadə olunan nişanlar, bəli, bir də var ki, təsadüf hallarda qarşımıza çıxan nişanlar. Yadda qalır. Bu retki olan şeydir ki, yadından çıxır ki, bu nə idi? Yəni, təhlükəni yaradan tək o kəmər deyil, həm də yol nişanlardır ki, mən fikirləşirəm ki, vacib odur. Onu bilmək lazımdır. Nə qədər ki, biz istifadə, yəni göstərilən sürətdən istifadə etsək, yəni nişanları ən azından bilsək, ona görə də heç vaxt təhlükə yaratmarıq. Nə özümüzə... Təcrübədə görürsən ki, nəzəriyyə sözünü deyil. Əslində o nəzarət eləmək lazımdır. Bir aydan birmi, 3 aydan birmi onu oxuyub... Yada salmaq lazımdır. Nədir öyle? Əslində belə olmalıdır. 3 aydan mı birmi, 6 aydan birmi? Yaxşı, bəs avtomobili piyada xəttindən nə qədər uzaqda saxlamaq lazımdır? 15 yoxsa 5 metr səhv eləmirəm. Ya 15 ya 5 metr. Bir. Hər kəs bir fikir söyləsin. Yox, ya 15 ya 5 ikisindən biridir. 3 metrə yəqin ki, bəs eləyir. Yox, ya 15-dir ya 5-dir. Var svetofor. Svetoforda da stop xətti var. Bəli, o xəttdən əvvəl stop xətti var. Bəli, ondan əvvəl stop xətti var. Stop xəttini keçmək olmaz. Bu qədər məsafə. Belə qaldı ki, məsafə saxlama, əgər svetofor yoxsa, stop xətti yoxdursa,
metr, yarım 2 metr məsafə saxlasanız bəs elə. Mən də 3 dedim, yəni ki, hardasa yaxınlar. Yox, artıq tapmaca oldu. Siz artıq bilirsiniz niyə görə belə təxmini dediniz. Yəni təxmindən söhbət getmir. Bizə dəqiq söhbət lazımdır. Bayaqdan əgər dəqiq söhbət eləyiriksə də, qoy elə dəqiq də davam eləyək. Onda biz metra ilə saxlayaq, maşınla metra ilə ölçək, dala qabağa verək maşını. Və sürücünün gözü ölçü olmalıdır. Söhbət yaxşı sürücüdən gedir. Görürsünüzmü? Bəylər bu şeylər kim? Dəmir yol keçidinə qalmış 5 metr qalmış. Mən üzr istəyirəm. Tural müəllim, mən üzr istəyirəm. Yəni ki, sualınızı elə verin biz də eşidək, cavabı da elə verin biz də eşidək. Yəni biz burada başqa müzakirə eləyirik. Bunlar da siz də başqa müzakirə eləyirsiniz. İndi əcəb eləyirsəm. Necə? Razıyam. Razıyam. O 5 metrə qədər dayanmaq. 5 metr. Biri var piyada keçidi, bir də var dəmir yol keçidi. Dəmir yol keçidinə qalmış 5 metr dayanmalısan. Piyada da mən elə gəlir. Mən oxuduğuma görə piyada xəttinə qalmış stop xətti var. Orada dayanmalısan. Svetoforda var. Svetoforda. 2014-cü ilin dərs vəsaitlərində 5 metr deyil. 2015-də də 5-dir. Təzə oxumuşam çünki. Deyir sizin axırıncı səfər qazdığınız quyunun dərinliyi nə qədər idi? 5 metrə, yo 15 metrə. Dəqiqləşdirərsiniz. Onu sabah üçün vurğulayarıq. Mən elə bilirəm yəni. Hə, sən nə vaxt sən elə imtahan nə qədər uzaq saxlasaq o qədər yaxşıdır yəqin ki. Xatadan uzaq. Yox, nə qədər uzaq saxlasaz, arxadakı maşın artıq sizin arazinizdə. Yaxşı, yəni belə indi yəni sürücüsüz. Hə, bu nə işarəsidir? Ara məsafə. Ara məsafə 5 metrə. Aha. Nə qədər saxlamaq lazımdır? Deməli 5 metrə. Bax görürsüz tədbirlidirlər. Artıq verirlər ki 5 metrə. Bu ara məsafəsinə avtomobillərin arasında. Bu avtomobillər arasında. Biz piyadalardan söhbət edirik. Biz piyada keçidindən söhbət edirik. Mən də fikir vermirəm. Bu avtomobil arasından danışmırıq. Piyada keçid var ondan. Rəşid də elə onu nəzərdə tutub deyirdi, səhv eləmirəmsə ki, yəni ki 5 metr sən nəyi nəzərdə tutub deyirdi Rəşid? Avtomobil arasındakı məsafə. Biz piyada keçiddən danışırıq. Nizamlanmayan piyada keçidinə oxuduğuma görə 5 metr qalmış dayanmaq lazımdır. 5 metrdən yaxın olmaz. Elə test sualları da var. Məsəl üçün, maşın gəlir saxlayır 3 metrdə. Deyir ki, bu düzgündürmü? Orada səhv kimi yadımda qalır. Gözəl. Bax, sürücülər adətən şikayət eləyirlər ki, ən çox qaydaları, yol hərəkət qaydalarını piyadalar pozur. Necə düşünürsünüz? Ən çox qaydaları piyadalar pozur, yoxsa sürücülər? Mən onlar cavab verim. Piyadalar. O, nətər deyim, düzgün yolu keçmirlər. İstənilən yerdə peşixod olan peşixod buradadır. Keçmirlər, bəli. 1-2 metr qabaqdan keçirlər, bəli. Sonra da deyirlər ki, sürücülər günahkardırlar. Yəni, yol vermirlər. Amma elə piyada keçidləri var ki, sürücü oradan birbaşa keçir. Piyadanı gözləmədən keçir, çoxdur elə piyada keçidləri. Gözəl, yəni, bax, görürsünüz bunu? O, deyib, tərbiyəsiz sürücülərdir. Yəni, çox var şəhərimizdə bu dəqiqə elə yollar, elə piyada keçidləri çox. Amma xüsusi piyada keçidləri var ki, oradan artıq hamısı adət eləyib, vərdiş eləyib, orada gözləyir. Amma hər birində elə deyil, bəzilərində elədir. Amma bəzən də bu halda da rastlaşırıq ki, məsələn, xəttin üzərində piyadaya yol veririk, arxadakı avtomobil başlayır siqnallamağa. Maşından düşüb deyə bilmirsən ki, hara keçim, bu piyadaya yol vermək lazımdır. Bəzən bax, bu hallarla da rastlaşırıq. Və yaxud da arxadakı avtomobil ötmək şansına cəhd edir. Sağdan keçir, gedir, bəli. Siz hansı hallarda əsəbləşə bilərsiniz ki, artıq sükanın arxasında oturmaya bilərsiniz, bacarmazsınız oturmağı? Sizi nə səbirdən çıxara bilər? Nə məcbur eləyə bilər? Nə məcbur eləyə bilər? Məsələn, bax, məni səbrimi daşırda bilər, yəni əsəblərimi oynada bilər yerindən. Məsələn, avtoxuliqanlar olur bəzən. Bax, Bakıya gedəndə, məsələn, olur ki, görürlər ki, tək qadın sürücü gedir yolla, başlayırlar ona maneçilik törətməyə. Mən özüm şəxsən bu halına çox tez-tez rastlaşmışam. Başlayırlar maneçilik törətməyə, ya siqnal verirlər, ya onun yoluna çıxırlar, sıxışdırırlar. Bu vəziyyətdə də məcbur olmuşam, maşını sağa verib saxlamışam ki, bu keçsin, ondan sonra mən yoluma davam edim. Və yaxud da ki, araya salırlar. Sıxırlar başlayıb, bəli. Sıxırlar, tormuz verirlər, belə şeylər olur. Bax, görürsünüz, hansı vəziyyətlərdə xanımlar avtomobil idarə edirlər, bu vəziyyətlərdən necə çıxırlar. Sonra da deyirsiniz ki, təcrübələri yoxdur. Çox böyük təcrübələri var. Həmin halda nə eləmək lazımdır? Səbirli olmaq lazımdır. Səbirli. Heç bir reaksiya vermədən öz yoluna. Bəzən olur ki, mümkün deyil səbir göstərmək ona. Yəni, nə qədər özünü cilovlamağa çalışırsansa, görürsən ki, o əl çəkmir, imkan vermir sənə.
Yəni bu halda olur. Bəylər də belə şikayət edirlər. Əgər avtomobili düzgün saxlamayıblarsa və ya qarşıda hansısa bir nəysə olursa, tez fikirləşdikləri bu olur. Sürücü xanımdır. Yəni bunu yalnız xanım sürücü eləyə bilər. Niyə həmişə xanım sürücüləri günahlandırırlar bu bəylər? Fikirləşmirlər, bəlkə gəldik, ötdük, belə baxdıq, gördük, heç bəydir. Bilirsiniz mi nətərdir? O reaksiyadan da, məsəl üçün, mən gedirəm, qabaqda maşın gedir. O maşın bir dənə, elə belə nətər deyim, naruşin elişəyində deyirəm ki, qadındır zarolum. Keçirəm, hə. Qadın imiş. Ya çox yavaş sürür. Sizin fikriniz sizi aldadan vaxtlar olmayıb? Nətəri? Fikriniz sizi aldadan vaxtlar olmayıb? Yəni ki, fikirləşmişsiniz ki, qadındır, keçib görmüşsünüz ki, qadın deyib bir gəncdir. Yox, olmayıb. Məndə də olur, eşidirdim ki, belə deyirlər ki, hiss olunur qanun. Mən deyirdim, bu necə olur ki, hiss eləyirlər. Amma özüm sürdükcə gördüm ki... Bu mentalitetdir də, qadın, nətər deyim, qadın stolu ayrı cürə silir, məsəl üçün, bəy ayrı cürə silir stolun üstünü. Elə də maşın. Qadın maşını ayrı cürə yuyur, bəy ayrı cürə yuyur. Mən öz-özümə həmişə deyirəm ki, bunu necə hiss deməli, qadın kişidən çox gözəl maşında sürür. Hər şeyi gözəl etdiyinə görə. Bizim qadınlar var ki, çox gözəl maşın sürürlər. Sonunda gördünüz, əvvəldən Tariyel müəllim belə başlamamışdı. Dünyada ən sürən bizim qadınlardır. Mən məqsədi belə buydu. Bizim qadınlarda örgədənlər bizik də, bəylərik. Onu elə örgətmək lazımdır ki, özün nətər sürürsən, qadını da elə örgətmək lazımdır ki, qadın da elə sürsün. Ancaq sonunda... Mənim qadın, məsəl üçün, sözünüzə kəsəm bağışlayayım. Qadın sürücü tanışlarım var. Yəni, çox qəşəng sərbəst maşın sürürlər. Mən onların böyründə oturanda qorxmuram. Amma elə qadın var ki, məsəl üçün, mən də bağışlayın, troleybusun arxasından gedir, nə sağa çıxır, nə sola. Deyirəm, keçdiyinə, deyir, qorxuram troleybusu keçməyə. Belə situasiyalar da olur. Mən qadın sürücüləri yox, yaşlı nəsil nümayəndələrini seçə bilirəm arxadan gedərkən ki, öndə gedən bu yaşlı nəsil nümayəndəsi keçərkən görürəm ki, yanılmamış. Bir də ki, qadınlar nətər, genə də deyirəm, bu servis məsələsində qadınlar çox atveственныдırlar. Daha məsuliyyətlidirlər. Yəni şıx ayağı bilir ki, bu qırılmayacaqdır. Yəni və yaxud da hər hansı bir problem olsa üzrəstəm, özləri təmir edib düzəldə biləcəklər onu. Bəli, o kişilər özləri düzəldir, amma qadınlar sırazı. Gəlirlər ki, tık-tık eləyir. Ay, sağ olun, bax, görürsünüz, qadınların sayəsində sizin işiniz də artır. Diqqətlidirlər. Ay, ona görə də nə qədər çox qadın sürücülər olsa, o qədər də çox servislərin işi olacaq. Bir dənə problem var, qadının, bilmirəm, nəyə görə, maşını həmişə çirkli olur. Mən razıyam. Şıx ayağın ki, tərtəmiz olur. Mən buna məəddələm. Niyə? Qadın ev işini də görür, çöl işini də görür. Ev tərtəmiz olur, maşın kirli olur. Yox, belə deyək də, bəzən o ki, kişilər özləri öz maşınlarını yuya bilirlər. Qadın neyləsin, vedrə götürsün, həyətdə maşın yuysun. Yox, söhbət ona çirkli deyəndə ondan söhbət getmir. Kişi bir maşını təmiz saxlayır, qadın amma evi təmiz saxlayır. Hər şey. Mənim başlayıb pomadadan tutmuş, nə bilim, daraqdır, hər şey var. Siz danışın o kofedən. Stakanlar, kofe stakanları. Mətbəx, bəli. Salfetkalar. Öyle də olmalıdır. Bizim yerimiz ən çox vaxtımız harada keçir? Mətbəxdə keçir. Ona görə də biz hər yerdə özümüzə şərait yaradırıq. Çox sağ olun. Mən çox sevindim ki, sonunda siz mənim sözümü təsdiqlədiniz ki, xanımlar çox diqqətlidir. Ancaq bir şey də nəzərinizə çatdırım ki, Xəyalə xanımın saat 12-də kapital verilişi gedəcəkdi. Çıxmaq istəyirdi. Hardasa bir yarım saat bundan əvvəl başı necə söhbətə qarışdısa, çıxa bilmədi. Heç nə olmaz, onsuz da hazırlıqlı vəziyyətdəsən. Sən də verilişinə uğurlar arzu eləyirik. Təşəkkür eləyirəm. Çox sağ olun. Doğrudan da bizim Azərbaycan xanımlarından heç yerdə yoxdur. Çünki onlar hər bir işdə, yəni kişi ilə, bəli. Bəylərə də xahiş edirəm ki, xanımlara yol versinlər. Xanımlar getsinlər. Sonra siz sürün. Tariyel müəllim, bəylərdən də xahiş eləyir ki, xanımları yola versinlər. Bu lap super olar. Çox sağ olun, təşəkkür eləyirəm. Bugünlük bizlik bu qədər. İnşallah sabah bu əhval ruhiyyə ilə saat 10-da görüşənə qədər.